Hər vaxtınız xeyir. Mən Stimel Akademinin məntiq müəllimi Elbrus Həşimov. Noyabr ayının ikisində kursumuzda keçirilmiş mövzu sınavının məntiq üzrə izahını vermiş olacağam. Demək, burada diqqətlə baxsaq, 51-ci sualda ardıcıllıq sualıdır. Artımlara diqqət yetirsək, daha doğrusu azalmalara 855-dən 817-yə. Azalma 28-dir. Minus 28, daha doğrusu 38. 817'den 780'e azalma burada 37'dir. Sonra 780'den 744'e azalma 36'dır. 744'ten 709'a azalma 35. 709'dan 675'e azalma 34'tür. Elə bu formada da devam edir. Nəhayət, deməli 675'ten de azalma burada 33 olacaq və sualımızın doğru cevabı 642. Yani sualımızın doğru cevabı C variantı olmuş olur. Keçirik növbəti sualımızın izahına. 52-ci sualda Elbrus müəllim öz elektron kabinetinə daxil olmaq istəyir. Parolu 7-4 rəqəmdən ibarətdir. Yəni məsələ nədir burada? Parolumuzda əgər Y görsənərsə, bu o deməkdir ki, ədəd yerindədir. Məsələn, burada Y olan yerimizdə 5 durur. Yəni bizim 4 rəqəmli kodumuzda, parolumuzda 3-cü yerdə 5 olmalıdır. Əgər burada n durursa, onu göstərir ki, bizim parolumuzda həmin ədəd doğrudur, sadəcə o yerində deyil. Məsələn, burada n üçün 7 yazılıb. Yəni bu deməkdir ki, 7 bizim parolumuzda var, amma yerində deyil. X isə nə deməkdir? Yəni həmin x qarşısında duran rəqəm, məsələn, burada birincidə baxaq. Burada x, burada onun yerində 2 dayanır. Bu deməkdir ki, həmin ədəd ümumiyyətlə bizim parolumuzda ümumiyyətlə yoxdur. Keçirik indi biz sualımızın həllinə, yəni baxaq görək hansı cavabı alınır. Burada məsələn 3 dənə x görürəm. Burada da diqqətlə baxsaq 6, 1, 0 görürəm həmin x-lərin yerində. Bu o deməkdir ki, bizim parolumuzda 6, 1, 0 ola bilməz. Bir də burada yazılıb bütün rəqəmlər müxtəlifdir və yazır ki, deməli 0 yalnız birinci ola bilər yazılıb. 0, yəni belə deyək də 0 nəyə görə müxtəlif, nəyə görə birinci yazıla bilər? 0 əgər bizim parolumuzda varsa, o 3-cü, 2-ci, 4-cü yerdə ola bilməz. Ancaq birinci yerdə olmalıdır. Və fikir versəz burada 6, 1, 0, x, 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 yəni bu demək ki, 6, 1, 0 ümumiyyətlə bizim parolumuzda yoxdur. Ona görə 6, 1, 0 olanları çıxırsınız. 6, 1, 0 olanlar bir dənə D variantı var. Burada 0 məsələn. Ona görə bu variant getdi. Sonra bir dənə başqa x-lərə baxaq. Məsələn, mən burada görürəm ki, 2. Onun qarşısında x yazılıb. Yəni 2 də bizim parolumuzda yoxdur. O zaman B variantı da getmiş olur. Birinci də x-lərə baxırıq. Rahat yerləri çıxdaş edirik. Burada yenə 0, bir də 6-nı göstərir. 6, 0 olan variant yoxdur. Başqa məsələn 8-i göstərir. 9-u da göstərir həmçinin. Eyni zamanda 1-i də göstərir. 8, 9, 1 bizim parolumuzda olmamalıdır. Fikir versək, heç bir variantda, 3 dənə variantımızda yoxdur elə bir şey. Deməli, biz x-lərin vasitəsilə 2 dənə variantı sadəcə çıxa bilirik. İndi biz düzgün olan variantlara baxaq, yəni y-lərə baxaq. Y-lərə diqqətlə baxsaq, məsələn, bizim 3-cü parolumuzu görürsünüz, y dayanıb burada 5-dir. 3-cü rəqəm 5 olmalıdır. O zaman E variantı da getmiş olur. İndi qaldı bizdə A variantı və C variantı. Biz Y-in dalınca getsək, burada yenə Y var, bu da 5-dir. Yəni nəsə əmələ gəlmir. Onsuz ya A qalır, ya C qalır variant olaraq. Biz diqqətlə baxsaq görərik ki, məsələn, burada məsələn N var. Diqqətlə baxsaq və yaxud belə deyək də, başqa bir varianta görə baxaq. Məsələn, burada əsas hissə nədir bizdə? Əsas hissəmiz 7, 3. Məsələn, bu hissəyə baxa bilərik və yaxud bu hissəyə baxa bilərik. Məsələn, bu burada. Əsas məsələ bu buradadır. Birbaşa izah edirəm. N-lərə baxmaq lazım idi və buradakı 7-yə baxmaq lazımdır. Diqqətlə baxsaq,
Həmin o 7-nin qarşısında n dayanır. Bu o deməkdir ki, 7 kodumuz var, parolumuzdadır. Yəni elə bir parolumuzda rəqəm var. Amma həmin 7 yerində deyil. Yəni ikinci yerdə olmamalıdır parol olaraq. Deməli, ikinci yerdə 7 olmamalıdırsa, C variantında burada 7 yazılıb. O zaman C variantı bizim sualımızın doğru cavabı deyil təbii ki. Ona görə A variantı sualımızın doğru cavabı olmuş olur. Keçirik növbəti sualımıza. Növbəti sualımız mətn təhlili ilə bağlı belə bir sualdır. Ümumiyyətlə, suala baxdıqda əgər orada sıra, yarış, mərtəbə bu formatlı olan mətn təhlilləri görürüksə, cədvəl qurmağımız mənasızdır təbii ki. Sadəcə vaxt itirmiş olursunuz və özünüzü çaşdırmış olursunuz. Sıra məsələlərində, yarış məsələlərində, yarış daha doğrusu məsələlərində, növbə məsələlərində həmişə sıralardan istifadə edin. Daha taktika ilə getmək lazımdır belə suallarda. Burada məsələ nədədir? Burada saatlarda da belə deyil məsələ. Məsələ burada sıralamadır. Məsələn, özümüz üçün belə qəbul edirik. Birinci həmişə məsələn sol tərəfdə olsun. Burada indi birinci kim çıxacaq burada aeroportdan? Hansı təyyarə çıxacaq? 8:00-da. Məsələn, bu olsun 8:00, bu olsun 9:00, bu olsun 10:00, bu olsun 11:00, bu olsun 12:00, bu da olsun 13:00. Düzmü? 1, 2, 3, 4, 5, 6. Fikir versiniz, 6 dənə hərf yazılıb. Yəni 6 təyyarəmiz var. Həmin 8, 9, 10, 11, 12, 13-ü boş verək. Bizə lazımdır ki, onların ardıcıllığı, soldan sağa doğru ardıcıllıq formatını biz qurmalıyıq burada, daha sürətli eləmək üçün. M və R təyyarələri aeroportdan B-dən sonra çıxmayacaq deyir, çıxmayacaq. Yəni MR B-dən sonra çıxmayacaq axı. Deməli B-dən əvvəl çıxacaq, düzmü? B-nin sol tərəfində MR dayanmalıdır. Bunu dərhal qəbul edirsiniz. Daha biz burada MR-i bilmirik hansı tərəfdədir. Lap sol tərəfdədir. RM olmalıdır, format necə olmalıdır? R əvvəldə olmalıdır, yoxsa M əvvəldə olmalıdır, onu biz bilmirik. Qalsın. Fikir versiniz bizə deyir ki, axırda B təyyarəsi aeroportdan 2 saat neçədə çıxacaq. Yəni bizə burada MR maraqlı deyil. 8-də mi çıxacaq, 9-da mı çıxacaq? Bizi ancaq maraqlandıran burada B hərfidir. B təyyarəsi lazımdır. Bizə onun yerini biz təyin edək. Diqqətlə baxsaq burada görürük ki, A təyyarəsi R və N-dən əvvəl çıxmayacaq. Yəni bu o deməkdir ki, A təyyarəsi R və N-dən əvvəl çıxmayacaqsa, onun inkarıdır. Deməli, əvvəl çıxmayacaqsa, deməli sonra çıxacaq. Yəni əvvəl çıxmayacaq. Bunun tərsini biz götürməliyik də. Çünki A R-dən əvvəl çıxmayacaq. Yəni normalda belə olmalıdır axı. A əgər R-dən əvvəldirsə, R-nin əvvəlində A olmalıdır. Amma burada onu inkar edir. A təyyarəsi R və N-dən əvvəl çıxmayacaq. Deməli, ondan sonra çıxacaq. Deməli, A-nın əvvəlində yox, axırında olmalıdır. Həmin vəziyyəti də özümüz üçün qəbul edirik. Məsələn, R, N, sağında A yazıram. Daha orada R-in bizə maraqlı deyil. R olsun, yoxsa N olsun. Bir də onu bilirəm ki, A tərəfinin solunda R olacaq. Çünki R A-dan əvvəl çıxıb hər iki təyyarə. A onlardan sonra çıxıb. Bunu bildik. B təyyarəsi A-dan sonra, tamam. B təyyarəsi A-dan sonra çıxmır. B təyyarəsi A-dan sonra baxın. O zaman biz A-nı yazmalıyıq. B təyyarəsi A-dan sonra çıxır. Ona görə də B-ni, bu arada cümlənin axırı burada çıxacaqdır. B təyyarəsi A-dan sonra çıxırsa birinci A çıxır, sonra B çıxır. X-dən amma əvvəl çıxmalıdır həmin o B təyyarəsi. O zaman B-dən sonra X olmalıdır fikir versək. Belə bir vəziyyət dayanmalıdır. Və biz diqqətlə baxsaq, B-nin yeri çox rahatlıqla görsənir. Çox rahatlıqla görsənir B-nin yeri. Diqqətlə baxsaq, yəni 6 hərfimiz var, düzdür? B-nin sağ tərəfində, baxın neçə dənə hərf dayanır? Bir dənə X dayanır. Bəs yaxşı, sual olunur. B-nin sol tərəfində neçə hərf dayanır? Baxın, burada B hərfinin sonunda R, M var idi. Burada B-nin sonunda A var idi. Burada diqqətlə baxsaq, A-nın da solunda NR var idi. Yəni bu A-nın solunda NR olmalıdır axı. R-nı və yaxud NR fərq eləmir. Görürsünüz, bu A-nın solunda NR yoxdur. Mən də bu A-nın soluna RN yazdım. İndi baxın elə N də var, R də var. Baxın, B-nin sol tərəfinə baxırıq biz. İndi R buradakı R ilə eynidir. İndi onu bir dəfə saymalıyam. Bu R, buradakı R. Eyni şeydən olsa bu 1, bu 2. Yəni bu 2 yox. B-nin özünü saymayacağım. B-nin solundakılar mənə maraqlıdır. R bir dənə oldu. A ikinci oldu, N üçüncü oldu, M dördüncü oldu. Gördünüzmü? Deməli, B hərfinin solunda 4 dənə olmalıdır. Deməli, B burada olmaz, burada olmaz, burada olmaz, burada olmaz. B-nin sağ tərəfində də bir nəfər var. Fikir verin, X-dir o. Deməli, B-ni sən məcbursan bura atasan ki, X-i atarsan 13-ü və sıra bitdi sualımız. Yəni, sıra formatını daha güclü quranlar, yəni sual əslinə qalsa daha tez tapıla bilərdi. Təbii ki, bizdə B saat 12:00-da çıxacaq, yəni C variantı sualımızın doğru cavabı olmuş olur. Keçirik növbəti sualımıza. Növbəti sualımız anaqramla bağlı belə bir sualdır.
Biz də burada həmin söz tərkibini dəyişməmək şərti ilə e, belə deyək, həmin hərflərdən istifadə edib ancaq hansı iki dənəsini götürsək bir söz yaranır, onu biz tapmalıyıq. Diqqətlə baxsaq görərik ki, burada məftil sözünü ala bilərik. Yəni 4-dən 1-in birləşməsindən m, ə, f, buradakı t və buradakı i, l sözləri məftil sözü alınır. Təbii ki, sualımızın doğru cavabı olur D variantı, yəni 1-4. Keçirik növbəti sualımıza. Bu arada bir şey qeyd edim. Burada marxal sözünü də almaq olar əslinə qalsa. Yəni 2-5-in birləşməsi marxal. Səhv eləmirəmsə qar uçqunu kimi bir şeydir. Qarın uçqunu zamanı topa alınır, ona deyirlər. Və bunu səhv sual kimi heç kim qiymətləndirməsin. Çünki bunu nəzərə alıb 2-5-i salmamışam variantlara. Ona görə də bizə məftil sözü lazımdır. Həm də məftil sözü çox hamı tərəfindən bilinir. Ümmüştək sözü, marxal sözünü isə hər kəs bilmir təbii ki. Keçdik növbəti sualımıza 55-ci sual. 55-ci sual da aşkar operatorla bağlı belə bir sualdır. Diqqətlə baxsaq biz burada birinci 4 operatoru 3 tapmalıyıq. Yazıram. 4 operatoru 3 bərabərdir. A-nın qiyməti 4-dür, B-nin qiyməti 3-dür. Biz A-nın yerinə 4 yazsaq 16, üstə gələk B-nin yerinə 3 yazsaq 2 vur 3 6, yəni 22. Sol tərəf 22 elədi, tamam. Yəni 4 operator 3-ün yeri. İndi biz nəyi tapmalıyıq? X operatoru 9 yazıram. X operatoru 9 bərabərdir. A-nın qiyməti X-ə bərabərdirsə siz burada A-nın yerinə X qoymalısınız. Yəni X-in kvadratı üstə gələk. B-nin qiyməti bu dəfə 9-dur. Yəni X operator 9-u tapırıq. B-nin qiyməti 9-sa burada qoyarsan B-nin yerinə 9, yəni 18 alarsan. Yəni sən bu X operator 9-u nə almısan? X kvadratı üstə gələk 18 almısan. 4 operator 3 əgər X operator 9-a bərabərdirsə, deməli həmin o 22 də bərabərdir təbii ki nəyə? X kvadratı üstə gələ 18-ə. Buradakı hissəni də boş verin. Yəni siz x-i tapmalısınız, sonra da onun yerinə x-i qoymalısınız və sualımızın doğru cavabı alınmalıdır. Təbii ki, burada x-in qiyməti 2 olmuş olur. X-in qiyməti 2-dirsə, sən də burada x-in yerinə 2 qoymalısan və 2-nin kvadratı 4 bölünsün 4, 1 eləyir. Üstünə 1 gələndə 2 cavabını almış olursan. Növbəti sualımız 56-cı sual. Bu da şifrə ilə bağlı mı deyək, fiqurla bağlı deyək. Yəni fiqurdan ibarət şifrə sualı əslinə qalsa, biz burada tapmalıyıq ki, hansı fiqurumuz, deməli, hansı yerdə dayanır? Yəni məsələn bu 3 nəyə göstərir? Görəsən qlobusların sayını mı göstərir? Fikir versiniz burada şəkildə 3 dənə qlobus var. Amma sən bilmirsən ki, həmin qlobusların sayı burada dayanır, yoxsa burada dayanır, yoxsa burada dayanır. Onu dəqiq deyə bilmirsən. Amma diqqətlə baxsaq, yəni bu birinci ya üçüncü ya da beşinci yer qlobusların sayını göstərir. Burada diqqətlə baxsaq, qlobusların sayı 2 dənədir. Diqqətlə baxsaq, 2 dənə qlobusumuz var. Və burada baxın hələ. Yəni əgər birinci yer qlobusların sayını göstərirsə, və niyə burada 4 yazılıb? Deməli bu qlobusların yerini bu göstərmir. Sonra burada üçüncü yer 3-dür. Burada üçüncü yer 2-dir. Əla, nə gözəl. Bizə qlobus sayını bu verir. Qlobus sayını verə bilər bu. Bəs buradakı axırdan ikinci. Bu da 3 idi axı. Baxın, burada axırdan ikinci, bu da 3 göstərir. Amma burada qlobus baxsaq 3 dənə deyil, 2 dənədir. Deməli, biz qlobusun yerini təyin edə bilirik rahat şəkildə. Yəni, ikinci yer, üçüncü yer daha doğrusu. Üçüncü yer bizdə qlobusların sayıdır. Bunu təyin edirik. Hər birinin yerinə biz bura yaza bilərik qlobusun yeri. Qlobus, burada da üçüncü yer qlobus olmalıdır. Sən rahat yaza bilərsən ki, bir dənə elə eləyək ki, variantları görsənsin. Biz burada rahat yəni birbaşa variantla da işləyə bilərik ki, daha vaxtımız çox getməsin. Üçüncü yer qlobus olmalıdır. Yəni üçüncü yer 4 olmalıdır. Üçüncü yer 4 olan variantımızda hardasa 2 dənə, 3 dənə variant hətta qalır. Problem deyil. Yəni hamısını bir-bir tapa bilərik təbii ki. Deməli, üçüncü yerimiz bizdə qlobus oldu. Bunu bildik. Üçüncü yer qlobus olur. Burada da üçüncü yer qlobus olur. Diqqətlə baxsaq, sən burada əgər qlobusun sayını tapmısansa, 2 dənə də qlobus burada məlum məsələ. Bəs başqa 2 dənə nədir? Çünki fikir versəz burada bir dənə 2 var. Başqa nədən 2 dənə var? Sən onu tapmaqla ikinci yeri tapırsan rahat şəkildə. Burada nədən 2 dənə var? Diqqətlə baxırıq. Karandaşmı? Sancaqmı? Xeyr. Vilka, bıçaq o var burada. Vilka deyək də bunu indi. Bəli, vilka 2 dənədir səhv eləmirəmsə. Başqa vilka yoxdur. Təyyarə də görürsünüz ki, 3 dənədir səhv eləmirəmsə. Qlobus 2 dənədirsə burada yazmısan. Bu da olur vilkaların sayı. Vilka deyək də buna. Bu ikinci yer filkanın yeridir. İkinci yer. Bu
Fikir verin, burada 4 yazdık. Həqiqətən saysan bir 2 3 və dördüncü vilka da buradadır. Həqiqətən də 4 dənə vilka var burada. Deməli, ikinci yer bizə vilkanın sayını göstərir. Yaxşı, ikinci yer vilkanın sayını göstərirsə, diqqətlə baxsaq, burada da vilka bir dənədir, burada da 2 dənə vilka var, fikir versək. Aha, deməli, biz baxsaq, ikinci yer vilkanı tapmışam axı. Qlobusların sayı üçüncü yer 4 olmalı. Bax, bir, 6 dənə vardı. Burada 2, 3, 4, 5, 6 dənə rəqəm. Üçüncü yer bizdə qlobusların sayıdır. Yəni üçüncü yer 4 olmalıydı. Ona görə variant olaraq bir dənə bu çıxmışdı. Bir də bu çıxmışdı. A, C və D variantı qalmışdı. Amma vilka sayına görə sən burada 2 dənə görürsən, ikinci yerdə durmalıdır. Burada vilka sayı. Bir dənə 2 dənə vilka sayımız var. Fikir versək, 2 dənə vilkamız var cəmi burada. 2 vilkamız varsa, deməli, ikinci yerdə vilkaların sayı yazmalıyım, 2 yazmalıyam. İkinci yeri 2 olan təbii ki C variantıdır. Vəssalam. Bunun ardını da yaza bilərik əslində qalsa. Məsələn, bu vilka sayı tapıldı. Burada vilka sayı tapıldı. Sonra məsələn, burada 3 dənə olan, burada 4 dənədir. Birincilərə baxın diqqətlə. Burada 3 dənə olan var ha. Burada 3 dənə olan nədir ki? Burada 4 dənədir. Çünki yeganə bax, burada 3 dənə olan, burada 3 dənədir. Amma burada 3 dənə olan, bu 3 tapmışıq. Qlobus gedib onsuz da. Burada 3 dənə olan nədir ki? Burada 4 dənədir. İndi onu tapa bilərsən bu gedişatla. Burada 3 dənə nədən var məsələn? Təyyarə mi var 3 dənə? Yox, təyyarə deyil. Karandaş mı? Bir, 2, 3 dənə karandaş var. Tamam. 3 dənə karandaş görürəm. Bir, 2, 3 dənə karandaş var, bəli. Görək burada karandaş 4 dənədirmi? Fikir verin, bir 2 4 dənə deyil, 3 dənədir yenə. Deməli, karandaş bax bunun yeridir. 3 dənə burada da var, 3 dənə burada da var. Görürsünüz? Çünki burada da 3 dənədir, burada da 3 dənədir. 3 uyğun gəlir. Amma 3 4 nəyə uyğun gəlir bəs? Burada nədən 3 dənədir ki, burada 4 dənədir? Təyyarəyə baxsaq, təyyarə 4 dənədir. Kitaba baxsaq, həqiqətən kitabın yeridir. Baxın, çox rahat görsənir. Kitab burada 3 dənədir. Bu birinci yer oldu kitab. Burada 3 dənə kitab var, burada 4 dənə kitab var. Yeganə kitabdır ki, burada 3 dənədir, burada 4 dənədir. Deməli, birinci yer kitab oldu, məsələn belə. Yəni, bu formatda hamısı tapılır, yəni. Təbii ki, qısa variantlardan istifadə edib cavabı birbaşa almalıyıq. 57-ci sualda təbii ki, temperatur, istilik, deməli, rütubət də nə olacaq? Nəmişlik. Yəni, göstəricisi olaraq B variantını götürə bilərik. Gəldik burada 58-ci sual, yəni sınağımızın nisbətən düşündürücü sualı. Gəldik bu sualın izahına. Deyir ki, bəzi A-lar B-dir, bəzi A-lar C-dir, bəzi B-lər C-dir, bəzi B-lər A-dır. P isə B-dir, bütün P-lər A-dır, bəzi P-lər C-dir. Əgər heç bir R A deyilsə, hansı fikir mütləq səhvdir? Mütləq səhvi soruşur. Bu da mətn təhlili ilə bağlı belə bir fərqli formatda olan sualdır. Bunu da tapmaq olur, amma qaydası necədir? Qaydası necədir? Deyir ki, bizə bəzi A-lar B-dir, düzdür? Sən götürüb özündən bir dənə A dairəsi qəbul edə bilərsən və bu olsun A dairəsi məsələn. Sənə deyir ki, bəzi A-lar B-dir. Bunu da kənarına bir dənə B dairəsi çək. Və fikir verin. Bəzi A-lar, görürsünüz, bu A, buradakı bu hissə A-ya düşür və həmin o bəzi A-lar B-dir. Görürsünüz, A ilə bir kəsişdi bir-biri ilə. Bəzi A-lar B-dir axı. Bəzi A-lar deyir C-dir. Fikir verin. Bəzi A-lar C-dir. Sən A ilə C-ni də kəsişdirməlisən. Burada bu cümləyə baxın indi. Bəzi B-lər C-dir deyir. B-lər də bəzi B-lər C-dir deyir. Belə çıxır ki, sən C-ni A ilə kəsişdirmirsən, düz eləmirsən. Amma C-ni B ilə də kəsişdirməlisən. O zaman o hissəni silək. Elə eləyək ki, C B ilə də kəsişsin. Həm A ilə kəsişsin, həm C ilə. Fikir verin, belə bir format yarada bilərəm. Həqiqdən alındı. Bəzi B-lər C-dir. Bəzi A-lar C-dir, oldu. Bəzi B-lər C-dir, yenə oldu. B ilə C də kəsişdi. Bu da getdi. Buraya kimi cümlə hazır. Bəzi B-lər A-dır deyir. Bəzi A-lar B-dir, bəzi B-lər A-dır. Bayaqki cümlənin tərsidir. Fikir verin, elə onsuz da bəzi B-lər A-dır. Məsələn, bəzi A-lar B-dir, bəzi B-lər də A-dır onsuz da. Məlum məsələ. Bunu da bildik məsələn. Sonra gəldik nəyə? Biz istəsək bu C-ni bunun içinə sala bilərik, B-nin içinə sala bilərik. O qədər də fərq eləmir o. Bizə əsas cavab lazımdır. Bunu da bildik, bəzi B-lər A-dır. P isə B deyildir. Sonra burada növbət cümləyə baxın, bütün P-lər deyir A-dır. Yəni bizə desə ki, P-lər belə desə də, bəzi P-lər A-dır desə, bəzi P-lər A-dır. O zaman sən nə edərsən? P-ni belə qoyardın da. Düzdür? Bəzi P-lər A-dır. Gördünüzmü? Bəzi P-lər A-dır. Ona görə biz nə etdik? Deyir ki, bütün P-lər A-dır. Sən P-ni elə qoymalısan ki, A-ya.
bütün P'ler A olsun. Yani bütün A'lar P olmasın da bütün P'ler A olsun. O zaman sen o P dairesini bırak bunun içine çekmelisin. Fikir verin hele. Bütün P'ler ne oldu? A oldu. Çünkü bütün P olan dairemiz A'nın içindedir. Yani bütün P'ler hamısı ne oldu? A oldu. Ama bütün A'lar P olmadı. Çünkü mesela buradaki A'mız var ama buradaki A'mız. Buradaki A'lar P değil. Ancak bu istihadə. Ona göre bize fikir verirseniz cümleye bakın. Bütün P'ler, ancak P'ler hamısı A olmalıdır ve P dairesi o demek ki tam A'nın içinde olmalıdır. Bunu yəqin ki ümid edirəm başa düşdünüz. Yani P dairesini bura koyduk. Ve burada deyir ki P ise B değil. Bunu yad saxlayırsınız. Sen yani P'ni, P dairesini B ile kesişdirə bilməzsən. Sonra burada yazır ki bəzi P'ler C'dir. Sen P'ni el eləməlisən ki, P'ni el eləməlisən ki, B ilə kesişməsin ama C ilə kesişsin. Çünki bəzi P'ler C'dir. Bəzi P'ler C'dirsə sən P'ni məsələn bura qoya bilərsən, problem yoxdur. Bəzi P'ler C'dir. Gördünüz? Bəzi P'ler C'dir. Sən P'ni bura qoya bilərsən. Amma elə elədik ki, P B ilə kesişmədi. Çünki P ise B deyil yazır. Gəldik indi nəyə? Deməli, bəzi P'ler C'dir. Bəzi P'ler nə oldu? C oldu. Bu da hazır, tamam. Bu cümlədə getdi. Əgər heç bir R A deyilsə, deyir ki, əgər heç bir R var, bir dənə kənar bir dairə R. Heç bir R A değilse. Mənə demir ki, heç bir R B değilse, heç bir R C değilse və yaxud P değilse. Bizə ancaq bir dənə şərt deyir ki, bir şərt qoy. Deyir ki, əgər heç bir R A değilse, yəni o deməkdir ki, R ilə sən A-nı kəsişdirə bilməzsən. Amma o demək deyil ki, sən R ilə B-ni kəsişdirə bilməzsən. Ürəyin istəyir belə elə. R ilə B-ni, C-ni bir yerdə kəsişdir. Görürsünüz. Sadece R kimle kesişebilmez? A ile kesişebilmez. Özü değil ama R P ile de kesişebilmez. Fikir verin. Çünkü P elə bir şey A'nın içinde gizlenip de o R ona necə müdaxilə edə bilər ki? Düzdür? R əgər P-yə müdaxilə etsə, məcburdur ki, A-ya da müdaxilə eləsin. Amma bizə deyir ki, əgər heç bir R A deyilsə, yəni R B-yə, C-yə müdaxilə edə bilər. O ola bilər. Bəzi R-lar B və C ola bilər. Amma P və A ola bilməz. Çünki R A-ya müdaxilə edə bilmir. R-lar A deyil. O zaman A'nın da içinde P var. Bütün P'ler A'dır. O zaman R P'ye de müdahale edebilir. Bu kadar hasar tapıldı yani. Bunu tam analiz edenden sonra varyantlar çok rahattır. Bütün eğriler C'dir. Bütün eğriler bəli C olabilir. Sen götür R'ını. İndi onu da izah edeyim bir sizə. Sen götürüp ne edebilirsin? Bütün R'lar C demir. Sen götürüp bütün C'ler R demir ki. Bütün R'ler C'dir deyir. Sen götürüp R'ını burada. Bu fikri burada eləsən. Çəksən bu R'ını bu dairenin içinde. Gördünüz bütün R'lar C oldu. Yani bütün C'ler R demir abi. Bütün R'lar değil C'dir. Həqiqətən oldu. Bunu bildik. Bəzi erlər B və C-dir. Bəli, ola bilər. Bu formada çəkərsən bəzi erlər B və C olacaq. Təbii ki. Bu da getdi. Düzdür yəni. Bizə deyir mütləq səhv olan deyir. Bütün erlər B-dir. Bəli. R-nı bura atarsan bütün erlər B olacaq. Bu da getdi. Bəzi erlər nə B, nə də C-dir. Bəli. Bu çaşdıra bilər sizi. Baxın. Mən R-nı bura qoydum, düzdür. Baxın. Biraz yaxından çəkim. Bu R dairəsi düşünün. Baxın, buradakı hissə var, nöqtə qoyduğum hissə. Həmin R-lar deməli C sayılır. Buradakı R-lar B sayılır. Buradakı R-lar həm B, həm C sayılır. Buradakı R-lar isə nə B, nə C sayılır. Heç biri sayılmır. Çünki R, C-dən B-dən kənardadır. Ona görə bəzi R-lar, həmin o bəzi R-lar nə C, nə də B-dir. Düz deyir həqiqətən də. Amma burada E bəndinə baxın siz. Bəndə bayaqki izah elədiyimdə deyir ki, bəzi erlər C və P-dir. Bəzi erlər C ola bilər, problem yoxdur. Amma bəzi erlər heç P ola bilməz, mümkün deyil. Çünki bizə deyir axı, şərtin əvvəlində deyirdi, R A deyilsə deyir. Sən R-nı A deyilsə deyirsə, R-nı heç A-nın dairəsini toxundura belə bilməzsən. Yəni onun yanına belə düşə bilməz o. Çünki R-lar A deyildir. Bəs bəzi R-lar necə P olsun axı? P tam dairənin içindədir. Əgər R P ilə kəsişsə, o zaman R ad olmuş olur da, düzmü? Ona görə sən R-nı P ilə kəsişə bilməzsən, mümkün deyil. Ona görə bizim burada mütləq səhvimiz E variantı, yəni. E variantı olur doğru cavabımız. Keçirik növbəti sualımıza. Kanoe qayıqdır. Sürvədə təbii ki, bitkidir. E variantı. Burada kvadratları cəmi olacaq. 60-cı sualda. 1-in kvadratı üstəgələ 0-ın kvadratı. Kvadratları cəmi. 3-ün kvadratı 4-ün kvadratı. Cəmi 25.
Bunların da kvadratları cəmi 50 olacaq təbii ki. Sonumuz olacaq B variantı. Gəldik bu 61-ci suala. Diqqətlə baxsaq, burada nə görsənir? Bir H hərfindən solda üçüncü olan, H hərfindən H buradadır. H hərfindən solda üçüncü olan hərflə. H hərfindən solda üçüncü hərf. 1, 2, 3. Yerdən söhbət gedir. Hərflə V hərfindən. V hərfindən, bu bundan. Solda 11-ci olan hərfin arasında olan hərf hansıdır? V hərfindən solda 11-ci hərf hansıdır? Bu burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yəni bununla həmin o R hərfindən söhbət gedirdi. Yəni hərflə daha doğrusu. H hərfindən solda üçüncü hərflə. Yəni R ilə V-dan solda 11-ci hərfin arasında, yəni L-nın arasında. R ilə L-nın arasındakı hərf hansıdır? B. Onu soruşurdu bizdən. Bu da A variantı təbii ki. 62-ci sualda isə necə olacaq? Deməli, 6-nın kvadratı 36. 3-ü də 2-yə vuranda 6 edir. 36-dan 6 çıxanda 30. 7-nin kvadratı 49. 2 dəfə 6, 12. 49-dan 12 çıxanda 37. 5 dəfə 5-in kvadratı 25. 3-ü 4-ə vuranda 12 edir. Bunların fərqi 13. 4-ün kvadratı 16. 3 dəfə 4, 12 edir. 16-dan 12 çıxanda 4 alır. Cavabımız C variantı. Keçdik növbəti sualımıza. 63. Burada sadəcə sırada bir əvəzləmə üsulundan istifadə edə bilərik əslində qalsa. Yəni nə edirik? İki dairəmiz nəyə bərabərdir? 3 dənə ağ üçbucağa, bir dənə boz kvadrata. Buradakı 2 dənə dairəni gəlin silək. Yerinə 1, 2, 3 dənə üçbucaq, bir dənə boz kvadrat qoyaq. O zaman bir dənə boz kvadratla bir dənə boz kvadratımız gedəcək. Fikir verin, burada nə qaldı? 4 dənə üçbucaq qaldı. 1, 2, 3, 4. Sağda nə qaldı? 2 dənə kvadrat qaldı, düzmü? Boz kvadrat deyildi buna. Bizden de bir tane boz kvadrat sorulur. İki tane boz kvadrat, dört üçbucaqsa bir boz kvadrat, bir tane, iki tane üçbucaqdır. Cavab olur A variantı. Gəldik bu suala 64-cü sual. Deməli bu sualda necə olacaq? Deməli burada biz nə edirik? Burada elə birbaşa cavabla gedib F-a. Ad o demək ki, birinci hərf. Məsələn burada yazdı bir F-ni axtarmalıydı. F-dir. D o demək ki, alifbada dördüncü hərfdir. Deməli F-nin kodu burada sol tərəfdə dördüncü hərf, yəni X-dır. F-nin kodu X deyil. Mən də burada F-A yazdım. Yəni F-nin kodu hərf nədirsə, o birinci yerdə dayanmalıdır. Mən F-nin kodunu tapmışam, F-dir. Burada A, yəni birinci hərf olmalıdır. F, yəni birinci yerdə dayanmalıdır. Bizim yəni cavabımız F ilə başlamalıdır. O zaman bu variantlar getdi. Bir dənə B variantı və C variantı qaldı. Gəlin burada elə ikinci hərfə baxsaq. TB yazılıb. Bizə T-nin kodu lazımdır. B yəni ikinci yerdə dayanacaq o. T-nin kodu nə olacaq? Məsələn, burada elə TB-yə elə birbaşa baxa bilərik. T ikinci yerdədir onun kodu. Burada ikinci hərfimiz U-dur axı. T-nin kodu U-dur. Burada T hərfinin kodu ikinci yerdə olmalıdır. Yəni U ikinci yerdə olmalıdır. Vəssalam. Cavab olacaq. Elə Q ilə başlayan bir E variantıdır. Xurma olacaq cavabımız, yəni E bəndi. Gəldik növbəti sualımıza. Burada da anagram sualıdır və fərqli sözü tapmaq lazımdır. Bu Veneradır, bu Yupiterdir, bu Saturndur, bu Merkuridir. Təbii ki, fərqli variantımız qalaktika olmuş olur. Digərləri planetlərdir. Rəqəmlərin hasili 6-ya bərabər olan 5 rəqəmli ədədlərdən ən kiçiyini tapın. Bu ədədin birinci və sonuncu rəqəmlərinin cəmini tapın. Bu arada rəqəmlərin hasili demir ki, rəqəmlər müxtəlif olmalıdır. Heç bir şərt qoymur. Deyir ki, rəqəmlərin hasili sadəcə 6-ya bərabər olsun və 5 rəqəmli olsun. 5 rəqəmli rəqəmlər hasili 6-dırsa və ən balacası olsun, ən kiçik olsun. Sıfırdan təbii ki, başlamaz. Ədədimiz heç sıfır ola bilməz. Çünki hər hansı bir ədədlərin hasilini sən sıfıra vursan, rəqəm hasili 6 ola bilməz. Deməli, birlərdən ibarət qoymalısan. Ən balacası tapmalısan. 1, 1, 1, 4 dənə 5 rəqəmli deyil. 4 dənə 1 atıram, axıra da atıram 6-nı ki, hasil 6 olsun. Başqa variant mümkün deyil. Yəni bundan kiçik olsun. Deyərik ki, 2, 3 olsun sonu. Məsələn, 1, 1, 1, 2, 3. Amma bu 1, 1, 1, 1, 6-dan balaca deyil. Çünki bunun təklik onluq mərtəbəsində baxın nə dayanır? Yəni 20 qalır burada onluq mərtəbəsində. Burada isə onluq mərtəbəsində 10, bir dənə onluq var. Görürsünüz? Ona görə təbii ki, bu yox. Bizə lazımdır ən soldakı rəqəmlər hamısı balaca olsun ki, rəqəmimiz maksimum şəkildə minimal olsun. Sağdakı 6 burada lap 9 olsun, fərqlənmir. Yəni buradakı 2 oldu, bu deməli böyükdür sayılarda, düzdür? Ona görə bizə 1, 1, 6 olacaq.
ən minimal qiymətimiz və bu ədədin birinci və sonuncu rəqəmlərin cəmi tapılır. Birinci rəqəm budur, sonuncu rəqəm budur. Bunların da cəmi 7 olacaq E bəndi. Növbəti sualımıza baxırıq. Növbəti sualımız belə bir maraqlı sualdır. Verilmiş anaqramlardan hansı ilk sözün sonu ikincinin əvvəlidir? Anaqramları elə qoymalıyıq ki, bura iki söz yaransın və iki söz ödəsin. Məsələn, burada olacaq D variantı. Bura qoymalısan tək. Həmin o K, T, Ə. Bunu tək kimi düzəltməlisən, çünki anaqramdır. Təki bura qoysan iki söz yaranır. Həl, tək, təklif. Və iki söz həqiqətən də yarandı. Cavab olur D variantı. Növbəti sualımıza baxırıq. Növbəti sual 68. Bu arada ardıcılığı nəzərə almaq lazımdır. Deməli, at nədir? Atın balacası nədir? Yəni körpə hissəsi. Yəni yeni anadan olmuş at balasına deyirlər ulu. O zaman mavru pişik tərs olmalıydı. Heyvan panda düz değil. Kostyum şalvar düz değil. Ağac budağı da düz değil. Təbii ki, inek onun da yeni balasına buzov deyilir. O da D variantı. Gəldik növbəti sualımıza. Rahat bir cədvəl sualı idi. Rəqəmlər hasili bir-birinə bərabərdir. 8-i 6-ya vuranı 48, 12-i 4-ə vuranı 48. 8 7-nin 56, 14 4-ün 56, 3 4-ün 12, 2 6-ın 12, 8 9-un 72, 6 da 12-nin təbii ki 72. Yəni sualımızın doğru cavabı B variantı olmuş olur. Gəldik növbəti sualımıza. Mətn təhlili ilə bağlı belə bir sual idi. Bu da çətin sual deyildi əslində qalsa bu təhlil sualı. Digər təhlillər bundan daha çətin idi. Nisbətən düşündürücü idi. Keçək bu sualın həllinə. Deməli, diqqətlə baxsaq görərik ki, cildlərinin rəngi müxtəlif. Göy, qırmızı, yaşıl, sarı. Yəni düşünmədən biz cədvəl rahat şəkildə qururuq. Deməli, kitabların adını aşağı yazacağım. Məntiq. Yuxarıda rəngləri yazacağım. Deməli, göy. Bu formatda qura bilərsiniz cədvəli daha rahat. Qırmızını qır yazaq. Yaşılı, yaşıl və sarı. Və diqqətlə baxsaq, biz burada ayırıq sətirləri də məntiq, sonra hansı kitab vardı orada? İnformatika, sonra fizika, biologiya. Fizikanı fiz yazıram, biologiyanı da bio yazsam kifayət edir. Gəldik indi sualın həllinə. Masanın üstündə ağ cildli kitab var. Əslində bunu çaşdırmaq üçün qoyub bura. Olsun da bizə rəfdə verilmiş kitablar maraqlıdır. Məntiq və informatika kitabları göy cildli deyil. Məntiqlə informatikanın kəsişməsinə göy minus atırsan. Məntiq kitabları və informatika kitabları göy deyil axı. Gəldik növbəti suala. Fizika kitabı qırmızı kitabla biologiyanın arasında yerləşir. Burada əslində qalsa sualı daha dərin qurmaq olardı. Sol sağ hissəsinə diqqət etdirməklə, amma elə heç baxmağa ehtiyac yoxdur. Sadəcə deyir ki, fizika kitabı qırmızı kitabla biologiyanın arasında yerləşir. Yəni bu deməkdir ki, fizika kitabı var ha, qırmızı kitabla biologiya arasında yerləşirsə, deməli qırmızı kitab başqa kitabdır. Fizika kitabı, biologiya kitabı da başqa kitablar, yəni qırmızı deyirlər. Yəni fizika kitabı o zaman qırmızı olmayacaq, biologiya kitabı da qırmızı olmayacaq. Bunu demək istəyirdi. Sonra yaşıl cildli kitab nə məntiq, nə də fizika kitablarıdır. Yaşıl haradadır? Bax burada yaşıl. Nə məntiqdir, nə də fizikadır. Tamam, bunu bildik. Göy kitab qırmızı kitabdan və fizikadan solda yerləşir. Göy kitab qırmızı kitabdan və fizikadan. Deməli, göy kitab başqa kitabdır, qırmızı kitab başqa kitabdır, fizika kitabı da başqa kitabdır. Deməli, fizika kitabı nə oldu? Göy və qırmızı ola bilməz. Fizika göy deyil, fizika qırmızı deyil, onsuz da burada qırmızı ilə kəsməsi minus idi onsuz da. Amma belə çıxır ki, fizikanın yeri tapıldı. Bir dənə sarı qaldı. Düzmü? Qırmızı, yəni fizika kitabımız deməli, göy kitab, qırmızı kitabla demək, fizika arasında. Yəni nə qırmızı, nə göydür fizikamız. Deməli, bura bir dənə müsbət düşdüsə, sütunları minuslamalısan. O zaman bir dənə müsbət atırsan qırmızı üçün məntiq düşür. Sütunları minusluyursan, bir dənə informatika üçün yaşıl düşür. Sütunları minusluyursan, biologiyanın da yeri düşür göyə. Mənim də göy kitabı bu arada, yox, yaşıl kitabı bu arada soruşurdu. Yaşıl kitab bizdə olacaq. İnformatika. Yaşıl kitabı soruşur, düzmü? Yaşıl kitab buradadır. Yəni informatika kitabımız olacaq. Keçirik növbəti sualımıza. İnformatika kitabını soruşur, düzdür? Əla, informatika deyirəm. Yaşıl kitab yəni. Gəldik 71-ci sualımıza. 71-də də sadə bir sual idi. Cədvəllə bağlı sual idi. Bunları toplayacaqsan, 5-lə 3-ü vuracaqsan 3-ə. 8 vur 3. 6 ilə 4-ü toplayacaqsan, 10 edir, vurarsan 3-ə.
6 ilə 1-i toplayarsan 7 eləyir, vurarsan 3-ə. Hamısını ödül və 8 ilə 1-i toplayarsan 9 eləyəcək. 9-u 3-ə vuranda 27 sualımızın doğru cavabı A variantı olmuş olur. Gəldik növbəti sualımıza. Deməli burada analogiya ilə bağlı sualdır. Sözlərin ardıcılığı nəzərə almaq lazımdır. Maşinist qatar sürən adamdır. Qatarı sürür və kimi daşıyır? Sərnişini. Ovçu ov edir. Yəni burada düz deyil. Çünki maşinist qatar sürür. Qatarla sərnişin daşıyır. Ovçu ovla tüfəng edir, yox. Tüfənglə ov edir. Ovla tüfəngin yeri tərs olmalıdır. Dərzi iynə ilə paltar tikir, ola bilər B bəndi. Müəllim xəstə ilə bilik edir, yox, düz gəlmir. Tələbə oxumaqla tənbəllik edir, yox. Qafiyə şairlə şeir edir, yox, təbii ki. Ən uyğun variant burada B variantı olmuş olur. Keçdik növbəti sualımıza 73-cü suala. Yəni o həmin sualda ardıcıllıq nəzərə almaq lazımdır. Mikroskop cihazlı vəbada xəstəlik təbii ki. Burada da təbii ki sualımızın doğru cavabı C variantı olmuş olur. 74-də necə olacaq? Diqqətlə baxsaq, 3-ü 4-ə vurulur. Burada 3 bucaq 3-də axı 3 tərəfi var. 3-ü 4-ə vuran 12 edir. 6-nı 3-ə vuranda 18 edir. Tamam. Burada tərəflərin sayına baxsaq 12 dənə tərəf var. 12-ni 2-yə vuranda 24 edir. Deməli burada tərəflərin sayı 5-də axı 5-i də 6-ya vuranda 30 edir. Ədəd 30-dan başlamalıdır. Elə 30-dan başladığına görə çox sadə şəkildə, yəni B variantını götürə bilərsiniz bu arada. Və digər yerlər nə idi? 3-dən 4-ün cəmi 7, 3-dən 6-nın cəmi 9, 6 ilə 5-in cəmi 11, 12 ilə 2-nin cəmi 14. Bəs üçüncü nə idi? Bu üç bucağı bir vayd azaldarsan 2 eləyəcək. 2-ni 4-ə vuranda bu 8. 6 tərəf deyil. Onu bir vayd azaldarsan 5 eləyir. 5-i 3-ə vuranda 15 eləyir. 5 tərəfi də bir vayd azaldarsan 4 eləyəcək. 4-ü 6-ya vuranda 24 eləyir. Və 12-ni bir vayd azaldarsan 11 eləyir. 11-i də 2-yə vuranda buradakı 22 eləyir. Təbii ki, yenə elə birincidən götürüb daha rahat şəkildə B variantını yaza bilirdiniz təbii ki. Gəldik bu suala şifrə ilə bağlı belə bir sual. Burada diqqətlə baxsaq nəyə baxa bilərik? Burada biz rəqəmlər və yaxud hərflərə baxa bilərik. Məsələn, F-in kodunu tapa bilərik. Fərq eləmir. Sondan F-yə baxa bilərik. Və yaxud üçüncü hərflərə baxa bilərsiniz. Burada fikir versəniz. Üçüncü sütuna bir dənə X burada fərqlənir. Burada üçüncü sütunda bir dənə 5 fərqlənir. Yəni 1354 bu fəxr sözünün kodudur. 1354. 1354. Son rəqəm bir dənə 4 fərqlənir burada. Bir də son rəqəm deyirəm. Üçüncü sütun. Yəni burada bu hissədə fikir versəz. Hamısı oxşur, bir dənə 5 fərqlənir. Bu hissədə bir dənə X fərqlənir. Deməli o 5 olan X-dır. 1354-ü yazdım bunun qabağına. Tamam, bu tapıldı. Bunun üstünə qəşəng xətt qoyaq. F ilə başlayan 1-dən başlayırdı axı. Deməli o biri 1-dən başlayan fərzindir. Yəni 1342-də düşür bunun payına. 1342. Bu da getdi. Sonra diqqətlə baxsaq, biz burada məsələn nəyə baxa bilərik? F-nin kodunu tapmışıq, 1-dir. Burada zərf də, şərf də F ilə qurtarır. Yəni zərf F-nin kodu 1-dir axı. Belə çıxır ki, zərf də, şərf də F ilə qurtarır, 1 ilə qurtarmalıdır. Görürsünüz, 1 ilə qurtaran 2 dənə varımızdır. O zərflə şərfin payına düşür. Bu sonu 7 olan dərinin payına düşür. 63, 47-ni qoyursan bunun payına, bu da getdi. Yerdə qaldı burada zərf və şərf. Sən onsuz da z-nin kodunu tapmısan da və fərz sözündə var z 2 düşür, düzdür? Zərf sözü 2 ilə başlamalıdırsa 23, 41. Vəssalam, yerdə qaldı 83, 41 bunun payına düşür. 83, 41. Sən indi fəxr sözünün yerinə burada Fəxrəddin sözünün kodunu tapmalısan. F-nin yerinə fəxr sözü elə burada var. 13, 54. 1, 3, 5, 4 qoydum yerinə. E hərfinin kodu, baxın, E hərfinin kodu 3-dür. D hərfinin kodu 6-dırsa 6, 6. İ hərfinin kodu 7-dir. Yerinə 7 qoyursan. 1, 3, 5, 4. 1, 3, 5, 4 getdi. Bu getdi. 1, 3, 5, 4. 1, 3, 5, 4. Sonra 3, 6. Tamam. 1, 3, 5, 4, 3, 6. 1, 3, 5, 4. 3, 6. Tamam. Burada düz gəlir. Sonra 7. Fikir versəz. Deməli 36, 67. 36. Burada düz gəlmir. Burada görürsünüz.
6 6 2 dənə 6-dan sonra 7 gəlməlidir. 2 6-dan sonra 7 gəlməlidir. Düz gəlir. 3 6 6 7. 3 6 6 7. Burada da tam düz gəlir, amma burada 3 6 6 7 bu hissə düz gəlmədi. Burada getdi. Qaldı E variantı və C variantı. Deyərsən n yoxdur axı. N yoxdursa, n buradakı sözlər içərisində n yoxdur. Deməli, n-in kodu buradakı rəqəmlər ola bilməz. Nə 1 ola bilər, nə 2 ola bilər, nə 3 ola bilər, nə 4 ola bilər, nə 5 ola bilər, nə 6 ola bilər, nə 7, nə 8 ola bilər. Çünki n ümumiyyətlə başqa rəqəm olmalıdır. Diqqətlə baxsaq, burada götürüb E bəndi 8 qoyulubdur. 8 necə ola bilər? Axı 8 Ş-nın kodudur. Baxın hələ. Ş-nın kodu nə idi? 8 idi. Bəs n indi burada 8 ola bilərmi? Təbii ki, ola bilməz. Ona görə başqa bir şey verməliyik. 9 verməliyik və təbii ki, sualımızın doğru cavabı C variantı. Və burada siz baxsınız, kodlar içərisində ümumiyyətlə 9 yoxdur. Elə bizə də olmayan bir şey lazımdır. Çünki n başqa hərf idi. Cavab olur burada C variantı. Növbəti sualımıza baxırıq. 76 bir balaca düşündürücü sual tipi idi. Bunun yolu nədir? 6'nın üstünə gəlir. Bu 12'nin yarısını. Yəni 6'nın üstünə 6 gəlir. 12. Həmin 12'yi yadda saxlayırsınız. Həmin 12'nin üstünə bu 12 yox ha. Bu 6'nın üstünə bunun yarısını gəlir. 12. Həmin 12'dən buradakı 4'ü çıxırsan. 8. Düzmü? 8'in üstünə təzədən bunun yarısını gəlirsən. 16 elədir. Həmin 16'dan da 5'i çıxırsan, buradakı 11 alırsan. İkincini, üçüncünü izah edəcəm, yəqin ki, yol yadda qalacaq. 9'un üstünə bunun yarısını gəlirsən. 2'ni gəlirsən. 11. 11'dən çıxırsan bu 3'ü. 8. 8'in üstünə bunun yarısını gəlirsən. Yəni 4'ü. 12. 12'dən bu 5'i çıxırsan, 7'ni alırsan. 3 plus 9 12. 12'den 6 çıxanda 6. 6'nın üstünə bu 7'ni gələndə yarısını gəlirsən. 13 edir. 13'ten 9 çıxanda 4 alır. Gəlin cavab baxaq. 5'in üstünə bunun yarısını 3 gəlirsən. 8. 8'den bu 3'ü çıxırsan. 5. 5'in üstünə bunun yarısını, yəni 12'ni gəlirsən. 17. 17'den de bu 11'i çıxarsan 6 cavabını almış olursan. Ümid edirəm ki, düzgün hesabladım. Keçirik növbəti sualımıza. Aha, tərəzi ilə bağlı belə bir sual formasıdır. Diqqətlə baxsaq, 3 dənə sual verib burada. Birinci sual çox rahat idi əslində qalsa. Gəlin baxaq. Aşağı düşməliyəm, yuxarı qalxmalıyam bu sualla bağlı. Tamam. Bir dənə vəziyyətə saxlayaq. Bu arada qeyd olunub ki, tərəzilərdə bir fiqur yoxdur. Yəni 8 fiqur var. Amma 1-dən 9-a kimi rəqəmlər verməliyik təbii ki. Biz burada diqqətlə baxsaq, bu qara dairəyə 2 verə bilməzsən. Daha doğrusu 2 nə idi? Boz üçbucağa daha doğrusu 2 verə bilmərik. Bunları 2 versən, buna düşür avtomatik 10. Amma 1-dən 9-a kimi olmalı rəqəmlərimiz. Deməli, üçbucaqlara 1 verməlisən. Məcbursan buna. Deməli, bu qara dairə nə oldu? 5 oldu. Fikir verin elə, burada elə birinci sual çox rahatdır. Görürsünüz? Birinci sual mənə deyir ki, həmin qara dairə ilə boz üçbucağın cəmi tap. O da olur 6. Düzmü? Cavab olacaq burada C variantı. Yəni 77-ci sualdır. Gəlirik 78-ə. Minimal ürəyi soruşur. Minimum ürək. Biz bunlara 1 verdik. Bu 5 oldu. Kvadrata 5 vermirəm. Minimal ürək necə tapa bilərəm? Mənə nə maraqlıdır? Mənə maraqlıdır minimal ürəyi tapım. Amma siz birbaşa burada həll edib cavabı tap. Burada %100 qiymətlər budur. Minimal cavab ürəyi tapanda buranı da həll eləməlisiniz. Ondan sonra əmin olmalısınız ki, həqiqətən ürək minimal budur yəni. Normalda bəli, ürək minimalı 1 verə bilməzsən, 1 verə bilməzsən çünki 3 bucaq 1-dir. 2 verə bilməzsən, 2 versən 7 bölünmür axı 3 yerə. 3 də verə bilməzsən 8 bölünmür 3 yerə. Bunların cəmi bərabərdir axı buna. 4 verərsən o zaman. Bəli, 4 verərsən ürəyə qəşəng. 9 eləyir, 3-ə böləndə 3 eləyir. Hər birinə sən götürüb 3 verə bilərsən, problem yoxdur. Və yuxarıda çox rahat şəkildə yoxlaya bilərik. Yəni ürək böyük ehtimal 4 olacaq burada. Minimal qiyməti, minimaldan söhbət gedir. Və burada istənilən bir qiymətlər məsələn verə bilərik. Məsələn, burada ürək ağır olmalı bu ikisindən. Yəni bu iki dənəsi çox balaca rəqəm olmalıdır. Bu arada 1 getdi. Hansı rəqəmlər qalıb? 2 qalıb, 3 getdi, 4 getdi, 5 getdi, 6 qalıb, 7 qalıb, 8 qalıb, bir də 9 qalıb. Məsələn, ürəyim istəyir bu dairəyə təbii ki 2 verməzsən. Dairəyə təbii ki 6 da verməzsən. Çünki dairəyə götürüb 6 versən, bəs bura nə verməlisən? Bir dənə sual olunur. Bura nə verməliyik biz? Məsələn, götürüb buradakı rəqəmlər qalıb da bizə, düzmü? Götürüb dairəyə 6 versən, bura nə yazarsan məsələn? 2, 7 yazmalısan heç olmasa. Amma bura ağır olmalı axı.
Götürüb 7 də verə bilməzsən. Buna 7 versən, bunlara nə yazmalısan? Heç olmasa 2 ilə 6-nı yazmalısan da, düzdür? Amma 7 ağır deyil axı 2 ilə 6. Deməli, bu dairəyə heç olmasa 8 düşməlidir də, düzdür? 9 da ola bilər, 8 də ola bilər, fərq eləmir. Buna sən hə 8 yazsan, heç əslinə qalsa 8 də düşmür. Dairəyə götürüb 8 yazsan, diqqətlə baxın. Dairə tutaq ki, mən 8 yazıram, ağır olsun deyə. Burada 2 dənə fiqur var axı. Götürüb burada birinə 2, birinə 6 versən düz gəlmir. 8 ağırdır 8-dənmi? Yox. Deməli, sən burada məlum məsələ. %100 dairəyə 9 verməlisən. Heç cürə andıra bilmirik. Deməli, bu 9-un yeri bəllidir. Bura düşür. Artıq bura sən nə verə bilərsən? 9 ağırdır axı 2-6-dan. 9 ağırdısa 2-6-dan, deməli sən bunlara 2-6 verməlisən. Başqa variantımız yoxdur. Qara dairəmiz 9-dursa, vəssalam. Bunlara biz ağırdır axı bu. Deməli biz burada verərik bu birinə 2 verərik. Birinə nə verərik? Birinə də 6 verərik. Və yaxud tərs də verə bilərik. Fərq eləmir. 2, 6 və ya da 6, 2. Fərq eləmir. Bu o qədər də önəm daşımır bizim üçün. Bizdə məsələn biraz düşür aşağı. Bizdən burada nəyi soruşur? Bir minimum ürəyi tapın. O da 3 olacaq. Bir dəqiqə baxın. Hə, 4 olacaq. 4 vermişik görürsünüz. Ürəyə 4 vermişik. Bu onsuz da bəlli tapılır. Bir də maksimum ürəyi sorur. Bu da çox rahat sualdır. Maksimum ürək deyəndə ki, onsuz da ürəyin qiyməti, onsuz da nə idi bizim ürəyin qiyməti 9 idi onsuz da. Yəni ürəyin elə bir qiyməti var. Maksimum ürək versək belə, onsuz da biz ürək deyirəm dairəyə. Qara dairə 9 verməliyik onsuz da. Yəni 6-7 nəsə verə bilmərik onsuz da. Elə bizdən də burada maksimum dairənin çəkisini soruşurdu. Maksimum elə dairəyə də biz gəldik və həqiqətən 9 oldu bizdə. Deməli, maksimum bu formada idi. Həmin kimi saxladım. Yəni dairənin qiyməti %100 9 olmalıdır burada. 8 verə bilmirik. Bu arada hansısa qiymətləri biz buraxdıq, yoxsa yox? 1-i işlətmişəm. 2-ni işlətməmişdim. 3-ü işlətmişəm artıq. Tamam, 3-ü də işlətmişəm. 4-ü işlətmişəm, 5-i işlətmişəm. 6 qalıb, 7 qalıb, 8 qalıb, 9 qalıb. Vəssalam. Sən burada ürəyə onsuz da nə verməlisən? Daha doğrusu dairəyə. Məlum məsələ 9 verməlisən. Başqa alternativ ola bilməz. Çünki yenə izah edirəm. Yəni sən burada görürsən ki, dairə ağır olmalıdır. Dairə ağır olmalıdırsa, yəni məlum məsələ ancaq ürəyə mən 9 verə bilərəm. Başqa nəsə verə bilmərəm. 8 də versəm, məsələn, düz gəlmir. Çünki buna 1 vermişəm, buna 5 düşüb. Kvadrat 5-dirsə, ürəyə 4 düşüb. 9, 3 yerə böldüm, 3 oldu. Yəni bu fiqurlar artıq istifadə olunub. Yəni sən götürüb burada boz romba 3 verə bilməzsən. Və yaxud 1 verə bilməzsən. Çünki təkrarlamamalıdır axı. Ona görə bunlar istifadə olunub deyil, bunlardan artıq istifadə edə bilməzsən məsələn. Düzdür, buradakı hissəni dəyişdirə bilərsən. Ürəyə məsələn başqa qiymət verərsən. Ürəyə verərsən 7, o zaman romb olacaq 4 məsələn. Amma yenə də təbii ki, qara ürəyin maksimumunu soruşur orada. Maksimum 9 olmalıdır. Axıra kimi də ödəyirəm. Tamam, qara dairə 9 verdin, 9 ağır olmadı axı bunlardan. Başqa variant mümkün deyil. Tamam, buna 2, 6, buna 6, 2 belə düşür. İndi bilinmir bunların yeri, bizə maraqlı deyil. Bu onsuz da dairə qara 9-dursa, fikir verin, 2-ni işlətmirsən, 6-nı işlətmirsən, 9 da işlətdin, burada 7, 8 qalıb. Boz dairəyə nə verirsən ver. Ya 7 ver, yenə ödəyir. 14 ağırdır 9-dan, ya da 8 ver istəyirsən, fərq eləmir. Yerdə qalan, məsələn, buna 8 versən, yerdə qalan 7 də tərəzidə olmayan bir fiqurdur. Təbii ki, o hissə bizə maraqlı deyil. Bizə maraqlı olan təbii ki, qara dairənin maksimal qiyməti idi. Bu da onsuz da elə 9 idi. Yəni ki, 78-ci sualda olur minimal ürək 4 oldu səhv eləmirəmsə. Maksimum dairə də 9 oldu, məlum məsələ E variantı. Gəldik indi sağdakı sualımıza, yəni 80-ci suala. Bu da bir balaca düşündürücü sual tiplərindən biridir. Bu sualın izahını vermiş olacağım. Bunun bir hissəsi tapılır əslinə qalsa, hansı hissəsi tapılır? Sütun üzrə cəmlərə baxsaydınız, 45, 45, düzmü? 45, bu da 35. 80, düz hesabladığımda yəqin ki, 45, deməli, 45, o da 5. 50, 30, 80, 110, bu da 6, 116. Bunların cəmləndi baxın. 36, o da 43. 36 da 43, 79, 79, o da 4. 83, o da 20, 103, o da 13, 116.
Bunun da cəminə baxsaq yenə 116-dır. Bunun da cəmi 116-dır. Yəni diqqətə baxsaq daha vaxtımız getməsin. Bəli, x, y, z, g və f bunların cəmi 116 olmalıdır məlum məsələ. Və fikir versəz, bizdən bu sual görürsüz. C, y, z, g, f. Həmin şeylərdir. Onun cəmini soruşur. Deməli cəmi nə olmalıdır? 81-ci sualdan söhbət gedir. 116 olmalıdır. Yəni burada cavab A variantı olacaq 81-də. Bəs yaxşı, digər variantları necə tapmaq olar? Bu 80-ci sualı necə tapmaq olar? X-in özünün ayrı qiymətini və bunları da tapmaq üçün hər birinin qiymətini tapmalısınız. Bunu necə tapmaq lazımdır? Bunu da üsulun izah edin. Deməli, burada ən minimal qiymətə baxsaz, burada ardıcıllıq formatı 6, 13 belə baxsaz alınmaz, amma burada minimal qiymət götürsəz 6. Minimum baxsaz 6 olsa əgər, ən balacası. 6-dan, bu növbəti balaca bax, 6-dan 13-ə nə qədər artır? 7 artır. 6'dan 19'a ne kadar artır? 13 artır. 6'dan 11'e ne kadar artır? 5 artır. 6'dan x'e ne kadar arttırdığını sen bilmirsən artıq. Qalsın. Gəlin ikinci sətrə və yaxud axırıncı sətrə fərq eləmir. Sən bu sətrə baxaq. 20, 18, 12, 7 buna baxa bilərik. Burada ən balacası böyük ehtimal 7-dir. 7-dən məsələn 20-yə doğru. Aralarına fərqlərə baxaq. Fərqləmir, qarışıq da baxa bilərik. 7-dən 12-yə qədər. Artım orada fərq deyək də, fərq deyək. 5 var. 7-dən 18-ə məsələn baxaq. 11 var. 7-dən 20-yə 13 var. Fikir versəniz, bu rəqəmlərə oxşuyur. 5, 13 ortaqdır. Burada 7 yoxdur, burada 11 yoxdur. Belə çıxır ki, 6 ilə x arasındakı fərq 11 olmalıdır. Çünki burada 5, 7, 13, 5, 11. Burada da 5, 11, 13 nə çatışmır? 7 çatışmır. Hamısı oxşar olmalıdır. Aralarındakı 4 dənə fərq oxşar olmalıydı. İndi baxın, 6-dırsa, burada 11 fərqi çatışmırsa, deməli x-in qiyməti 17 olmalıdır belə çıxır. Çünki 6-ın üstünə 11 gələndə 17 alınır. Tapıldı. X-in qiyməti tapıldı. Kənarda yazaq istəyirsiniz. X bərabərdir 17. Sonra. İndi burada baxıram. Balancası 7 idi. Fərq 5, 11, 13. Nə çatışmadı? 7 çatışmamışdı. 7 çatışmamışsa G-nin qiyməti nə olacaq? 14 olacaq. Çünki 7 fərq olması üçün G 14 olmalıdır ki, 14 çıx 7, 7 olsun. Fərqlər eyni olmalıdır. Görürsünüz, balaca ilə balacadan digər böyüklərə qədər olan artım hamısı eyni olmalıdır. Yəni G-nin qiyməti tapıldı 14. Məsələn, burada baxaq. Bu ikinci sətirdə. Minimal yəqin ki, burada balacası 19-dur bu hissədə. İkinci sətirdən söhbət gedir. 19'dan 24'e doğru artım 5'ti. Ne güzel. Mənə elə o 5 qiyməti lazımdır. Və fikir verin, burada da 5 var, burada da var. 19'dan məsələn 30'a qədər artım fikir verin, həqiqətən 11'dir. Mənə uyğun gəldi. Gördünüz, təkrarlanır. 19'dan 26'ya artım 7'dir. Gördünüz nə gözəl. Burada da 7 var, burada da 7 var, burada. İndi nə çatışmır? 13 çatışmır. Deməli, 19'dan da y-yə doğru artım 13 olmalıdır. Yəni y-in qiyməti 32 olmalıydı. Bu da tapıldı. Y-in qiyməti 32. Sonra axırıncı sətrə istəyirsiniz, gəlin baxaq. Ortadakı sətirdə desən bir balaca görünməz bir şey var. Onu da izah edəcəm indi. Bu axırıncı sətirdə fikir verin. Ən minimalı böyük ehtimal 18-dir və 18-dən 25-ə 7 fərq var. Yəni mənə uyğundur. Həqiqətən mənə sərf edir. Çünki o birilərdə də 7 var idi. Deməli düzdür. Ən balacası burada 18-dir. 18-dən 29-a 11 fərq var. Digərlərinin 11 var. 18-dən 31-ə qədər artım 13-dür. Digərlərində 13 var. Əla. Və 18-dən f-yə qədər artım nə çatışmır orada? 5 çatışmır, düzdür? Deməli 5 artım olması üçün f 23 olmalıdır. Həqiqətən mükəmməl. F-in qiyməti oldu 23. Gəldik indi ortadakı sətrə. Ortadakı sətrə baxsaq diqqətlə. Ən balacası burada sən görürsən ki 35-dir. Yaxşı, 35 əgər ən balacasıdırsa, 35-dən 37-yə qədər 2 fərq var. Axı bizim ədədlər içərisində axı 2 təkrarlam yoxdur axı bizdə. Ancaq 5, 7, 11, 13, 5, 7, 11, 13 qarşılıq verilə bilər, problem yoxdur. Bəs niyə alınmadı? Aha, bir şey ağlınıza gəlməlidir ki, belə vəziyyətdə, yəni belə vəziyyətdə həmin ortadan söhbət gedir. Orada belə çıxır ki, ən balası z ola bilərdi. Düzmü? Z bilinmir axı. Deməli, aha, biz bildik ki, z burada ən balacasıdır. Z ən balacasıdırsa, bizi orada ən balaca rəqəm burada 5-dir axı. 35. Doğrusu.
Orada 5 fərqin olması üçün z 30 olmalıydı belə çıxır. Aha, z belə çıxır 30'dur. Z-ın da qiymət tapdıq 30. İndi baxın. 30'dan 35'e fərq. Yəni 35 ilə 30'un fərqi də belədir. Artım üçün 5 çalışmır. Tamam 5. Əla. 30'dan 37'ye qədər fərq. Yəni orada artım üçün 7 lazımdır. Gördünüz, təkrarlandı rəqəmlər. 30'dan 43'e məsələn. Nə qədərdir? 13. Əla. 30'dan 41'e isə 11'dir. Gördünüz, alındı, təkrarlandı, həmin rəqəmlər təkrarlandı. 5, 7, 11, 13. Deməli biz düz tapdıq. Z-in qiyməti 30. Bu arada belə bir sual bu il magistr üzrə ikinci cəhd imtahanına bu formatda belə bir sual düşmüşdü. X-in soruşulu qiymətinin burada 17 olmuş olur. Yəni E variantı. Biz onsuz da bütün hərfləri tapmışıq. Bunları silə bilərik artıq. 80 də E bəndi oldu. Keçirik o 83-cü suala. 83-cü sualda nə var orada baxaq. 83 deyirəm, 82. Və bu sual 81 də dedim bu arada 116 idi burada A variantı. 82-ci sualda yerinə qoymaq lazımdır. Deməli, Y-in yerinə qoyuram 32-ni. Üstə gələk. Z-in yerinə qoyuram 30-u. Düzdür. Çıxıram. Ötərizi açıldı. X-in yerinə 17. Üstə gələk. G-nin yerinə 14. Üstə gələk. F-nin də yerinə 23 qoyuram. Bunu da hesablamaq lazımdır. Bunların cəmi 60 gəlir. Düzdür. Bunları sırayla toplarsan, sonra da birinci mötərizəni eləyərsən. Bunların cəmi isə 31, 31. O da 23, 54 edir. Tamam. Bu 62 gelir axı bunların cəmi. 62'den de sen götürüb 54 çıxmalısan. Yəqin ki, düz hesabladım. İnşallah düz hesablamışım. 62, 31, 54 düz. 62'den de 54 çıxmalısan və 8 cavabını almış olursan D variantı sualımızın doğru cavabı. Getdik növbəti sualımıza, yəni 82 D oldu. 83 də maraqlı bir belə deyək də əməllərlə bağlı bir sualdır. Sən burada 34, 14 əlaqəsi 512-ni görməlisən. Fikir verin. 3'ü 4'e vuranda 12'yi sağda yazır. 1 ile 4'ü toplayıp 5'i sağa yazır. 5 ile 4'ün hasili 20 sağa yazır. Bunların cəmini sola yazır. Bunların hasili sağa yazır. Bunların cəmini sola yazır. Bunların hasili sağa yazır. Bunların cəmini sola yazır. Bunların hasili sağ tərəfə yazmalı deyil. Sağ tərəfdə 18. Bunların cəmini sol tərəfə yazılmalıdır. Deməli 518 sualımızın doğru cavabı olmuş olur. Bu sualımız 84. Aşkar operatorundan bağlı sualda əslinə qalsa sənə deyir ki, sən bunu tapmalısan. Bunu tapmamışdan öncə f-ni tapmalısın. Bu da operator kimi bir şeydir. Yəni sən burada rəqəmləri görəndə A vur B. Yəni AB üstə gələk aşağını da aşağıya vurmalısan. C-dir. F-nin qiymətini gəlin tapaq. F-nin qiyməti nə olacaq? 2-ni sən 5-ə vurmalısan. 10 üstə gəlməlisən. 6-nı da 3-ə vurmalısan. Buradakı düstura əsasən. Neçə oldu f-nin qiyməti? 28. Sən f-ni tapmalısan. Tapmısan axı 28. Gətir qoy burada yerinə. Sonra bunu təzədən hesabla getsin. Bəs sual. Sual hara getdi? Deməli gördünüz, bunu tapmışıq axı. İndi bu həmin hissəni var. 3, 8, 2, 28. Bunu hesablayarsan, cavabı alırsan. Yenə buradakı düstura görə. A-nı B-yə vurarsan, yəni 3'ü 8'e vurarsan 24. Üstünə gələrsən nəyi? C-ni D-yə vurarsan. 2'ni də 28'e vurarsan 56. Bunların da cəmi təbii ki 80 olmuş olur. Yəni C variantı sualımızın doğru cavabı olmuş olur. Növbəti sualımız 85. Balıqçı torla ov eləyir, belə deyək də indi balıq tutur. Qəssab da balta ilə təbii ki iş görür. Silah əsgərlə iş görmür, tərs olmalıydı. Əsgər silahla iş görür, çünki sözlərin ardıcılığı. Lövhə müəllimlə iş görmür, müəllim bəlkə lövhə ilə iş görə bilərdi. Alim qayıqla iş görməz, futbolda stadionla iş görməz təbii ki, mənasızdır. Cavab burada B variantı daha uyğun variant olmuş olur. 86-cı sualda baxsaq, necə olur burada? Burada məsələ nədir? Sətr üzrə baxsaz artımlar 2 artır. Bax 2 artır, 2 artır. Burada deməli 1 olmalıdır ki 2 artır, 2 artır, 2 artır sətr üzrə. 2 artırsa bu 6 olacaq. 2 artır, 2 artır. 2 artır, yenə 2 artırsa 11 olmalıdır. 2 artır. 14'ten sonra 16 gələcək. Sütun üzrə baxanda isə 3 artır. Baxın 3, 3, 3. Sütun üzrə 3, 3 artır. Görürsünüz? Belə də ödür. Cavab olacaq 1, 6, 11, 16. 1, 6, 11, 16 hansıdır? 1, 6, 11, 16. Yəni B variantı sualımızın doğru cavabı olmuş olur. Gəldik növbəti sualımıza. Aha, mətn təhlili ilə bağlı belə bir sualdır. Çətin sual da eləsinə qalsa bu biraz rahat idi. Bunu da izah edək. Deyir
Üç yoldaş Cəmil, Rəşad, Anar hər biri öz bacısı ilə meşəyə göbələk yığmağa getdilər. Qızların adları da verilib. Oğlanlar öz səbətlərini göbələklə tez doldurub qızlara kömək etmək fikrinə düşdülər. Əgər oğlanların heç birinin öz bacısına kömək etmədiyi, həmçinin Cəmilin Aynura, Anarın Nərgiz və Aynura kömək etdiyi məlumdursa. Yəni məsələ burada nədən gedir, söhbət gedir? Göbələk gediblər dərməyə. Oğlanlar tez doldurublar sərvətlərini və heç bir oğlan öz bacısına kömək eləməyib deyir. Və burada deyir ki, Cəmilin Aynura kömək etdiyi məlumdursa, düzdür? Cəmil Aynura kömək edibsə, deməli Cəmilin bacısı Aynur ola bilməz. Düzdür? Çünki burada deyir axı, deməli kim uyğunluq tapmaq lazımdır. Yəni kimin bacısı kimdir, onu tapmaq lazımdır. Cəmil Aynura kömək edibsə, deməli Cəmilin bacısı Aynur ola bilməz. Çünki Aynura kömək edib. Anar isə kimə kömək edib Anar? Nərgiz və Aynura. Anar əgər Nərgiz və Aynura kömək edirsə, belə çıxır ki, Anarın bacısı nə Nərgiz, nə Aynurdur. Belə çıxır ki, Anarın bacısı tapıldı. Nərgiz deyil, Aynur deyilsə, bəs kimdir? Lalədir. Anarın bacısı Lalədirsə, Cəmilin də bacısı tapılır. Çünki Cəmilin bacısı Aynur deyildi. Lalə də deyil. Çünki Lalə artıq Anarın bacısıdır. O zaman Cəmilin bacısı olmuş olur kim? Nərgiz. Lalə deyil, Aynur deyil, o zaman Nərgiz olur. Yerdə orada qalır kim? Rəşad. Rəşadın da bacısı olmuş olur Aynur. Vəssalam, tapıldı. Uyğunluğu qurmalısın kim kimin bacısıdır, yəni. Cəmilin bacısı kimdir? Nərgizdir. Yəni 1-ə uyğun gəlir A. Rəşadın bacısı kimdir? Aynurdur. 2-yə uyğun gəlir C. Rəşadın bacısı Anarın daha doğrusu. Anarın bacısı Nərgizdir. Anar deyirəm. Anarın bacısı şeydir, Lalədir. 3-ə də uyğun gəlir B. 1A, 2C, 3B. Yəni B variantı sualımızın doğru cavabı. 1A, 2C, 3B doğrudur. Gəldik növbəti sualımıza. 88-ə. Bu da maraqlı bir mətn təhlili idi. Burada cəmi 2 alternativ vardı. Həmişə demişəm, alternativli suallar varsa düşünməyin. Qoyun yerinə alım atsa digərini götürün. Həmişə demişəm bu sözü. Ona görə də oturub ipucu axtarmaq lazım deyil. İpucu axtarınca götür 2 dənə alternativi yoxla, qutarsın getsin. Deməli, gəldik. Deyir ki, ABC'də F və F adlı şəxslərin yaşadığı evlərin forması aşağıdakı cədvəldə verilmişdir. B-nin evindən şimalda B, qərbdə E yaşayır. B-nin evindən şimalda, düzdür. B-nin evindən şimalda kimsə yaşayır. B-nin evindən şimalda kimsə yaşayırsa, B, o birdə ola bilməz. Çünki B-ni sən bura qoysan, B-nin şimalında kimsə yaşayır axı. B-nin evindən şimalda, yuxarı düşür. Yəni bu 1, 2, 3, 4 onu göstərir ki, 5, 6. 6 dənə adamdır, düzdür. A, B, C, D, E və F adlı şəxslərdir. Onların yerləri bilinir, hansı evdə yaşayırlar, kim harda yaşayır. Bunu götürüb sən birə qoya bilməzsən axı. Bunu ora qoysan, bəs bunun şimalında kim yaşayır? Heç kim qalmır burada. Görürsüz? Və eyni zamanda bunu sən yəni bura qoya bilməzsən. Eyni zamanda bunun evindən qərbdə E yaşayır. Qərbdə sol tərəfdədir. Görürsüz? Qərb sol tərəfdədir. Bunun evindən qərbdə. Görürsüz? Bunun evindən şimalda D yaşayır. Deməli sən bunu bura qoya bilməzsən. Bunun evindən qərb tərəfdə. Bunun evindən qərbdə də E yaşayır. Yəni sən bunu nə 3-ə qoya bilərsən. Bu arada sən bunu 2-ə də qoya bilməzsən. Bunu da qeyd edim. Çünki bunu sən bura qoysan, onun şimalına yenə kimsə düşmür. Bir də ki, bunun evindən qərbdə E yaşayır. Bunun evindən qərbdə E yaşayırsa, bunun evindən qərbdə. Yəni bunun yeri ya 4 olmalıdır, ya 6 olmalıdır. Məlum məsələ. Görürsüz? Çünki B-nin evindən qərbdə E yaşayır. Sən götürüb B-ni bura qoysan, bunun evindən qərb tərəf qalmır. Sən B-ni götürüb burada qoysan, B-nin evindən qərb tərəf yenə qalmır. Görürsünüzmü? Deməli sən B-ni avtomatik tapırsan. Ya 4-dür, ya 6-dır. %100-dür. İndi bax nə edirik? Götürürəm. B-ni tapırsan axı ya 4-dür, ya 6-dır.
Bu bir dənə balaca bir dənə B burada qoy. Bir dənə balaca B burada qoy. Bu yadda qalsın ki, ya 4'te 6 bunlardan %100 biridir. Bunu çözdük biz birinci cümləni. A4'te yaşamır. Tamam. Bunu yad saxlayırsınız bu cümləni. F-nin şərqində, A-nın cənubunda, F-nin şərqində, F-in, daha doğrusu F-in şərqində, A-nın cənubunda E-nin yaşadığı məlumdursa. F-in şərqində, A-nın cənubunda E-nin yaşadığı məlumdursa, C-nin yaşadığı evin nömrəsini müəyyən. Şimdi baxın, burada iki dənə alternativ yarana bilər. Biz iki dənə həmin o diaqramdan çəkək. Cədvəldən belə deyək də. Yuxarı tərəf şimaldır. İndi oradakı hissəyə görə taparıq. Baxarıq ona. Deməli, F-in şərqində A-nın yaşadığı məlumdursa. Sən belə çıxır ki, bilirsən ki, cənubunda da E-nin yaşadığı məlumdursa. Baxın, F-in şərqində. Bu bura şimaldır. Yazıram da çaşmayasınız. Cənubdur, qərbdir. Bu da şərqdir. Şimaldır, cənubdur, qərbdir, şərqdir. İndi baxın, F-in şərqində A-nın yaşadığı, A-nın da cənubunda. Düzdür. F-in şərqində A-nın cənubunda E-nin yaşadığı məlumdursa deyir. Yəni E harda yaşaya bilər? Diqqətlə baxın. F-i sən hara qoya bilərsən? F-in şərqində, A-nın da cənubunda E-nin yaşadığı məlumdursa. Deməli, F-nin şərqində kimsə yaşayır. Düzdür. F-nin şərqində, bu hissəyə baxırsınız. F-nin şərqində əgər kimsə yaşayırsa, yəni E yaşayır da, F-nin şərqində, A-nın da cənubunda E-nin yaşadığı məlumdursa. Deməli, F-nin şərqində kimsə yaşayırsa, sən F-ni götürüb 2-yə, 4-ə, 6-ya qoya bilməzsən. Görürsünüz? 2-yə, 4-ə, 6-ya qoya bilməzsən. Çünki F-in şərqində kimsə yaşayır. F-in şərqində. 2, 4, 6-ya F düşmədi ki. Düzdür? Deməli, F-nin yeri ya 1 olmalı, ya 3 olmalı, ya 5 olmalı. Bir də F-in şərqində A-nın cənubunda da E-nin yaşadığı məlumdursa. Yəni F-in də cənubunda kimsə yaşayır. Fikir versəz. Görürsünüz? F-in şərqində A yaşayır. Cənubunda da E-nin yaşadığı məlumdursa. F-in də əgər cənubunda E yaşayırsa, deməli F-nin yeri burada ola bilməz. Sən F-ni götürüb bura qoysan, nöqtə qoyduğum yerə, dairə qoyduğum yerə. F-nin artıq cənubunda kimsə qala bilmir. Evdə yaşamalıdır axı, amma yaşaya bilmir. Deməli F-nin yeri tapıldı. Ya 1 ya 3 olmalıdır. Bu da hazır. Bunu tapdıq biz. Nə edirik indi? Baxın. F-ni tapdım ki, ya 1-də ya 3-də olmalıdır. Bundan sonra C-nin yaşadığı evin nömrəsi müəyyəndir. Düzdür. Siz nə edərsiniz? Alternativlə gəlin gedək. Sən götürüb nə edə bilərsən? Məsələn, burada birinci alternativ. Gəlin F-ni bura qoyaq. Görək nə olur? Çox sadə şəkildə. F-nin şərqində A yaşamır. A avtomatik düşür bura. Görürsünüz? Gördünüzmü? Amma sən götürüb F-ni götürüb bura qoysan, nə baş verir? Baxın, F-nin şərqində A-nın cənubunda N yaşadığı məlumdur. Sən F-ni götürüb bura qoysaydın nə baş verərdi? Baxın, F-ni bura qoysaydın F-nin şərqində kim yaşayır? A-nın yaşadığı məlumdur. A avtomatik bura düşürdü. Görürsünüz? A hara düşürdü? 4 nömrəyə. Yoxsa bizə şərtdə deyirdi, A 4-də yaşamır deyir. Aha, belə çıxır ki, biz tapdıq ki, F-nin yeri 3 ola bilməz. F-nin yeri 3 olanda A-nın yeri düz gəlmir. Deməli, bu alternativ düzdür. Gördünüzmü? Bu alternativ səhvdir. Vəssalam, bu formatda davam edirik. İndi baxın. F-in şərqində A-nın, cənubunda da E-nin. E isə ya burada yaşamalıdır. Çünki F-nin cənubunda E yaşayır. E ya burada yaşamalıdır. Ya da harda yaşamalıdır? Ya da burada da yaşaya bilər. Çünki bu hər iki tərəf F-in cənubu sayılır. İndi baxın, burada əvvəlki cümləyə qayıtsaq, yazdırdı ki, B-nin evindən şimalda B yaşayır. Diqqətlə baxın. B-nin evindən şimalda B. İndi baxın, sən B-ni bildin axı, şimalda yaşayır. B yaşayır. Yenə yoxlaya bilərsən, fərqləmir. Məsələn, belə edə bilərik. B-ni bura qoyarıq, məsələn deyirəm. B-ni bura qoyarıq. Alınmasa dəyişdirərsən, problem deyil.
B'nin evindən şimalda kim yaşayırdı? Bunun şimalında, indi baxın, sən B'ni bura qoysan, şimal yuxarı düşmür. Sən B'ni bura qoysan, şimal tərəfə D nə düşə bilər ki, orada A var. Yəni D üçün yer yoxdur. Belə çıxır ki, aydın olur ki, məsələ sən B'ni bura qoymalısan, məcbursan buna. B'ni bura qoysan, B'ni bura qoysan. B'nin də evindən şimalda D yaşamır. D-ni də avtomatik yuxarı qoyarsan, qərbdə E yaşayır. Yəni B-nin də evindən qərb tərəfdə kim yaşayır? E yaşayır. Görürsüz? O zaman da B-nin də qərb tərəfi sol tərəfdir. E yaşayacaq burada. Və yerdə bir dənə C qalır axı, düzdür? Elə C-ni soruşur məndən. Yerdə bir dənə C qalır, C də avtomatik düşür bura. Gördünüz? Həmin hissə düşür 3-ə yəni. Bizdə də C-nin yaşadığı evin nömrəsini müəyyən elədik axı. Odulub 3, yəni B variantı sualımızın doğru cavabı olmuş olur. Keçirik növbəti sualımıza, 89-cu sual. Bu X şərti dilində tərcümədir. Bu da rahat suallardan biridir. Burada diqqətlə baxsaq, deməli, burada onları sözü var, onları. Onları sözünə görə də götürə bilərsiniz. Gözləyirə görə də götürə bilərsiniz. Gözləyirəm, gözləyir. Burada sonluqlara baxın. Oxşarlar emi deyil ha. Mid, mi. Oxşarlar mid. Deməli, gözləyirəmin kodu midir. Bunun kodu midi. Görürsünüzmü? Sonra diqqətlə baxsaq, onları burada da var. Onları burada da var. Bunun ortası, bunun əvvəli. Oxşarlar hansılardır? Bunun ortası, bunun əvvəli. Bax, budur, bu. Bu, bunun da ortası. Onlar, bu olur. Burada əvvəldə də axı bu. Onlar daha doğrusu. O da olur bu. Bunun da tapısı deməli mer qalır yerdə. Mer düşür o hərfinin payına. Deməli, bunu tapdıq. İndi diqqətlə baxsaq, məni sözü var ya burada. Bodan sonra. Məni. Birinci cümlədə isə mən əvvəldə var. Mən, məni, tamam. Burada məni düşür A ilə başlayır. Yəni, bu düşmüşdür onlara. A ilə başlayır. Arxo və yaxud arx nəsə olmalıdır da məninin kodu. Burada da mən başlayır. Birinci hissəyə baxın elə arxo var. Görürsünüz arxo. Burada da arxo var. Belə çıxır ki, arxo düşür mənim payına. Arxo, arxo. Mənim payda olur arxo. Deməli, arxo getdi onun payına. La nə olur? La. Çağrının payına düşür. La. İndi arxo tapıldısa, mi tapılıbsa orada yerdə D qalır. D də düşür onu payına. Onu. D düşür bunun payına. Hamısı tapıldı. İndi bunu tapmalıyam. O. Kodu olur mer. Məni kodu olur arxo. Çağırır da olur la. Mer, arxo, la. Mer, arxo, la. Bəli. Cavabımız olacaq burada. C variantı. Növbəti sualımıza baxırıq. 93 sual. Bu da sıra formasında bir sualdır. Baxın. A, B, C, ABC yazıb. A, C, B, ACB, B, A, C. Soldan sağa doğru oxunur. B, A, C götürək. B, A, C ilə başlamalıdır cavabımız. Bu getdi, bu variantı getdi. Yəni üstünə belə bir xətt qoya bilərsiniz ki, bu variantlar gedib artıq baxmayacağım buna. Bura baxın. C, B, A. C, B, A. İndi tərs oxunuş götürüb. B, C, A. Tərsini oxuyur. C, A, B. Deməli, burada cavabı olmalıdır. C, A, B. İkinci yer cavabı olmalıdır. Axı, cavabı tamam. Cavabı tamam. Düz gəlir. Burada düz gəlir. Əla. İndi üçüncüyə baxın. A, C, B. Yəni A, sonra üçüncü C, sonra buradakı B. Burada baxın nə yazıb? İndi burada baxın. A, B, C. Buradakı A'mız, buradakı B'miz, sonra da buradakı C'miz. Həmin ardıcıllıq olmalıdır. B, C, A. Yazıdan bura. B, C, A. Növbəti BCA olmalıdır. Yəni üçüncüsü. BCA, burada da BCA, amma burada ABC verib. Deməli, bu variantda getdi. Qaldı A ilə E bəndi. Növbəti bu hissəyə baxırsınız. Bu hissəyə. BCA. Buradakı B, sonra buradakı C, yəqin karandaş görsənir. Sonra da A. C, B, A. Gördünüz? Yəni orta C. Sonra sağdakı, sonra soldakı. Orta, sağdakı, sonra soldakı. Yəni A, C, B. A, C, B. Bir versiniz burada da A, C, B, burada da A, C, B. Sonuncusu artıq bizim üçün həll edicidir, yəni. Sonuncu bizim üçün həll edicidir. Sonuncu baxımdan inir. CBB. Yəni axırıncısı, sonra da ortadakı iki dənəsi. Sonra bax, axırıncısı B, ortadakı iki dənəsi C. BCC. Axırıncısı C, ortadakı iki dənə A. C, sonra da AA. Axırı C, AA olan A variantı. Deməli cavabımız olur burada. A variantı olmuş olur 90-cı sualda.
Növbəti sualımız 91-ci sualdır. Bu da çox bəsit suallardan biri idi. 5-i 4-ə vurub 20 alır, 6-nı 4-ə vurub 24 alır, 9-u 7-yə vurub 63 alacaq, yəni D variantı. Növbəti sualımız şifrə formatında bir sualdır. Deməli, burada diqqətlə baxsaq, 7 burada, buradadır. Keçir 3-cü yerə. Görürsünüz, A buradadır, keçir 3-cü yerə. Sonra burada 3-cü rəqəm 7-dir axı, keçir axıra. Burada 3-cü A da axı, keçir axıra. Yəni burada A variantı düzgün variant. Və niyə digərləri olmur? Məsələn, burada 7 deyil, keçir 3-cü yerə. Burada A, keçir 3-cü yerə. Tamam, doğrudur. Burada 3-cü rəqəm 7 keçir axıra. Burada 3-cü A axıra keçmir. Görürsünüz, bu variant getdi. Eyni zamanda da 7-yə görə baxsaq, buradakı D keçir 3-cü yerə, yox, keçmədi. Buradakı birinci 7 keçir axı 3-cü yerə. Burada A 3-cü yerə keçmir. Bu da getdi. Burada B 3-cü yerə keçməlidir. Görürsən, yenə keçmir. Ona görə bir dənə A variantı doğru cavabımız. 93-cü sualda tərəzi sualdır. Deməli, ağırlıq hissəsi bax buradadır. Ağırlıq mərkəzi bura düşür. Buradan saymaq lazımdır. 1, 2, 3, 4. Bura çəki 5 düşür axı. 4-ü 5-ə vurmalısan. 20. Belə gələk. 1, 2, 3, 4. Bura 5, bura 6, bura 7, burada 8 düşür. 8-ci yerdə axı. Ona görə 6-ya vurmalısın. 8. Bərabərdir. Bura düşür 1, 2, 3, 4. Deməli, ikinci 2 kiloqramdır deyə, yəni çəkisi 2, 4-cü yerə düşür deyə bir-birinə vurmalısan 8. Üstə gələk də bununla bir dənə x-dən əvəz edək. Bura 5, burada 6 düşür. 6-nı da x-ə vurmalısan, 6x. Vəssalam, bu tənliyi həll edirsiniz, cavabı tapırsınız. Bura 68 eləyir. 8-i o bir tərəfə aparsan, 68 çıxaq 8. Yəni 60 bərabərdir 6x-ə, x də bərabərdir 10-a. Yəni D variantı olmuş olur sualımızın doğru cavabı. Gəldik növbəti sualımıza. 94. Aşağıdakı cümlələrin hansında bəyənmək mənası var? Təbii ki, burada tələbə bax belə olar. Yəni bu cümlə bəyənmək mənasını verir. Tələbə bax belə olur. Digərlər təbii ki, bəyənmə mənasını vermir. Bu sualda isə o da çətin sual deyil. Bu da 3 bucaq 3-dür, kubu 27. 4 bucaq 4-dür, kubu 64. Bu 8 tərəfdir, 8 bucaqdır. 8-in kubu 512. Bu da 5-dir, 5-in kubu 125. Bəndi cavabımız. Növbəti sualımız sudoku sualdır. Sudoku da elə bir şeydir ki, bloklar üzrə, sətir və sütunlar üzrə təkrarlama baş verməməlidir. Diqqətlə baxaq. Sürətli yanaşma necədir? Blokda nə çatışmır? Sətirdə bir də sütunda nə çatışmır? Bu üç yanaşmanı, üç kombinasiyanı bir yerdə tətbiq eləsəz daha sürətli formatda tapa bilərsiniz sualımızı. Bu blokda məsələn bir çatışmır. Sən biri ya bura qoya bilərsən, ya bura qoya bilərsən. Düzdür? Bir dənə bura qoya bilməzsən, bir dənə bura qoya bilməzsən. Bizə bir dənə alternativ lazımdır. İki alternativ varsa, otomaqla nəsə gedə bilməzsiniz yəni. Ona görə burada 2 var. Bu blokda 2 çatışmır axı. 2-ni bura qoya bilməzsən, 2-ni məcbursan bura yazmağa. Bu bloku görürsünüz. Bu blokda 3 çatışmır axı. 3-ü buralara qoya bilməzsən. 3 deyirəm 5. 3 də çatışmır, amma 3 bilmir də hara yazılsın. Amma 5 burada yazılıb deyə sən bura 5-i, bura 5-i, bura 5-i qoya bilmirsən. Məcbursan 5-i bura qoyasan. Bir də diqqətlə baxsaq, görərik ki, məsələn, başqa bir rəqəmə baxa bilərsiniz də belə deyim. Məsələn, bu blokda başqa nə çatışmır? Məsələn, 5 çatışmır, düzdür? 5-i sən bura qoya bilməzsən, çünki burada 5 var. 5-i burada qoya bilərsən, burada qoya bilərsən, düzdür? Tapılmır. Tamam, sütun üzrə də baxmalısan, sətir üzrə də baxmalısan. Sütunda 3 dənə rəqəm yoxdur. Hansı rəqəmlər yoxdur? Məsələn, 1 yoxdur. 1-i ya bura qoyarsan, ya bura qoyarsan. 4 yoxdur. 4-ü bura qoya bilməzsən, ya bura, ya bura qoymalısan. Bir də 5 yoxdur. 5-in də yeri bəllidir. Həm sətir üzrə, həm sütun üzrə baxmalısan. Və burada bloklar üzrə baxanda heç cür alınmır işlə. Ona görə sətir sütundan istifadə etməliydiniz. Bu sətrə baxsaydınız, sürətli formada 4-ün yeri görmüş olurdunuz. Çünki xanalar dolmuşdu artıq. 4-ün yeri bura yazılmaz. Təbii ki, 4-ün yeri bura yazılmalıdır. Və bura avtomatik 1-in yeri düşür. Və bundan sonra da biz deməli bu sətrə baxsaydıq sürətli şəkildə, bəzən sütunlara da baxmaq lazım gəlir. Burada sətrə baxmaq lazım. Amma sütunu da yaddan çıxarmayın. Bu sətirdə fikir verin, 4-ün yeri görsənir. Nə bura ola bilər, nə bura ola bilər. Deməli, 4-ün yeri bura düşür.
Bundan sonra 5'in də yeri, yəni bu sətir dolur yəni. Bir 2 4 var. 5-dən 3 çatışmır. 5-i bura qoymaram, 5-i bura qoyaram, 3-ü qoyaram bura. Bundan sonra bundan sonra baxıram, məsələn, nəyə baxa bilərik? Bu sütuna baxa bilərsiniz, fərq eləmir. Bu arada 4-lər tapılıb, düzdür? 4-lərə bir dənə baxaq hələ. 4-ün yeri hara qoya bilərəm? 4-ün yeri burada, bu sətirdə. Bura qoya bilərəm, bura olmaz. Bura olmaz, bura olmaz, bura da qoya bilərəm. Yəni dəqiqdir. Bilinmir. Başqa bir rəqəmlərə baxaq. Məsələn, birlərə görə baxa bilərsiniz. Birlərə görə baxsaq və yaxud ikilər bizdən baxaq. İkilər tapılıbmı? 2 burada tapılıb, bu sətirdə tapılmayıb. Deməli, bu sətir tapılmayıb. Deməli, biz bu bloka baxaq. Blok deyirəm. Həm bloka, həm sütuna deyək də. Bu sütuna baxaq indi. Bu sütunda 1, 4, 5 var. 2 ilə 3 yoxdur. Görürsünüz, 2-ni sən B-nin yerinə qoya bilməzsən. Məcbursan 2-ni bura qoyasan, 3-ü bura qoyasan. Normalda belə suallarda blok yanaşması daha yaxşı tapılır. Bu sualda əvvəli blokdan başladıq. Sonra sətir sütunla ancaq getməlisən. Sual belə qurulub. Sətirdə nə çatışmır? 1 ilə 4. Biri bura qoymazsan ki, biri bura qoyarsan, 4 düşür bura. Bu sütunda nə çatışmır? Sütunda 3-dən 4. 4-ü bura qoymazsan, 4-ü bura qoyarsan, 3-ü bura qoyarsan. Sonra bu blokda nə çatışmır? İndi baxaq hələ blokda. Blokda nə çatışmır? 1 ilə 2. 2-ni bura qoya bilməzsən, 2-ni bura qoyarsan, 1-i qoyarsan bura. Sətirdə nə çatışmır? 1, 2 var, 4 var, 3-dən 5 çatışmır. 3-ü bura qoymazsan ki, 3-ü bura qoyarsan, 5-i bura qoyarsan. Bu sütunda nə çatışmır bəs? 1, 2, 3 var, 4 var, 5 çatışmır. 5-i bura qoyarsan və A-nın yeri tapıldı. A-nın da yeri düşür 1. Vəssalam. Bizdən də burada A ilə B-nin cəmini soruşur. Yəni 1 üstəgəl 3. A 1-dir, B 3-dür. Cəm olub 4. Sualımız var mı burada? Açıq tipli sualdır. 97-yə gəldim indi. Bu da o qədər də çətin sual deyil əslində qalsa. Diqqətlə baxsaq deyir ki, ardıcıllıq müəyyən qanunauyğunluğa görə düzülmüşdür. Həmin qanunauyğunluğu tətbiq etməklə birinci həddi 9 olan yerin ardıcıllığın 6-cı həddini tapın. Müəyyən edin. Burada birinci ardıcıllığı verirdi bizə. Yəni birinci həddi də verir. Amma burada bəzən olur ki, deyir ki 12-ci həddi filan həddi. Deyir ikinci həddini tap. Artıq geriyə getməlisən. Məsələn deyirəm də. Ona görə bu sual daha rahat idi. Birinci həddi vermişəm burada. Tərtib zamanı ki, o qədər də mürəkkəblik yaranmasın. Deməli, burada məsələ nədir? 2-yə vurur. Ardıcılığı biz təyin eləmədik. Üstünə 3 gəlir. Çıxır 5-i. Yenə 2-yə vurur. Üstünə 3 gəlir. Çıxır 5-i. Yenə 2-yə vurur. Üstünə 3 gəlir. Yenə çıxır 5-i. Yəni, ardıcılığı belədir. Belə başlayır. Vur 2 plus 3 çıx 5. Vur 2 plus 3 çıx 5. Yəni bu formatda davam edir. Mənə deyir ki, sənə birinci hədd 9 vermişəm. İndi 9-dan başlat ardıcılığı. Nə olacaq? Vur 2 18 plus 3 21 minus 5 16 təzədən vur 2 32 plus 3 35 çıx 5 30. Çox getməyə ehtiyac yoxdur. Məndən hansı həddi soruşur? 6-cı həddi soruşur. Bu birinci, bu ikinci hədd, bu üçüncü hədd, dördüncü hədd, beşinci hədd, altıncı hədd. Cavab nə olur? 35. Bitdi. Keçirik növbəti sualımıza 98-ə. Bu da aşkar operator sualıdır. Sən burada birinci 5 kvadrat tapmalısan. 5 kvadratın qiyməti nəyə bərabərdir? Baxın elə. Buradan istifadə eləməlisən. A5-dirsə, burada A-nın yerinə 5 qoymalısan. Yəni 2 vur 5 çıxılsın 3. Yəni 7. Buranı 7 tapmamısan. Sol tərəfdə nə dayanır? 3 bucaq. O zaman 3 bucaq 7-ni tapmalısan. 3 bucaq 7-ni tapmaq üçün buradan istifadə eləməlisən, qutardı getdi. A-nın qiyməti nədir? 7-dir. A-nın yerinə 7 qoyarsan, 7-nin kvadratı çıxılsın 4, yəni 45. Vəssalam. Növbəti sualımız 99-cu sualdır. Bu da qəşəng sualdır. Sütun formatında cəmlərə baxsaydınız alınmazdı. Başqa bir üsul görmək lazımdır burada. 3-ə vurur 3 alınır. 3-ə vurur 9 alınır. 3-ə vurur 27. 3-ə vurur 81. Yenə 3-ə vurur 243. Bir də o biri format. 2'ye vurur 6. 2'ye vurur 6'nın 12. 2'ye vurur 24. 2'ye vurur 48 gördünüz mü? Bunu 2'ye vurup 96. Yani cevabımız burada 48 olacak. Sual içerisinde soruşur bizden. Bir de kaldı son 100. sual. 100. sualda deməli normal standart sualdır. Yəni tərtib elədiyim vaxt nəzərə almışam. Deməli yeni standart sual qəbul formatlı bir sualdır. Diqqətlə baxsaq burada marş, aş, ram, şar və qar sözlərini verib bizə və 5 dənə dairə verib bizə. Hər bir dairə bir sözü ifadə edir.
Sən birinci baxırsan ki, 5 var ha, bütün dairələrin içində var. Baxın hələ. Həm bu dairənin içində var, həm bu dairənin içində var. Bütün dairələrin içində bu 5 var. Kəsişmələrdə. Belə çıxır ki, elə hərf tapmalısan ki, bütün hərflərin içərisində olsun. Marş, arş, marş, aş, ram, şarqat. Bütün oxşar, ortaq hərflər hansıdır? A hərfidir. Hamısında A var. Belə çıxır ki, 5-in kodu olur A. Diqqətlə baxsaz, bu dairənin içində neçə rəqəm var? 2 rəqəm. Belə çıxır ki, bu dairə 2 hərflidir. 2 hərflidirsə, deməli bu dairənin kodu nə olur? Aş olmur. Bəli. Bir dənə 2 hərfli sözümüz var da aş. Deməli 2-nin kodu tapılır orada. 2-nin kodu ş imiş sən demə. Bunun kodu aş oldu. 2-nin kodu tapıldı ş. Belə yazaq da 2 ş. Çünki mən oraya yazdığını görsənmir. 2 ş. 5 olsun A tapıldı. Sonra baxın. Diqqətlə baxsaz görərsiniz ki, A və Ş olan, A və Ş olan bu dairəmiz var. Bu dairəmiz 3 hərflidir. Həmin o 3 hərflidə axı 3 rəqəm vardı orada. 2, 5, 4. İndi A və Ş-ni tapmısan, bir dənə hərf yoxdur orada. İndi baxın elə. A və Ş varsa, hansı 3 hərflidir ki, o həmin 3 hərflidə A və Ş hərfləri var. Şar sözüdür. Görürsüz? Deməli, həmin o dairə aldığım dairənin kodu şardır. Deməli, 4-ün kodu R olacaq. Bu şar olur axı. 4 oldu R tapıldı. 4 uyğun gəlir. Deməli, bu dairəyə baxsaz, bu dairənin içində 4 dənə hərfimiz var. 4 hərfli bir dənə söz var, o da marşdır. Baxın, ş, a, r tapılıb. Marş sözündə ş, a, r var da, bir dənə m yoxdur. Deməli, bir nə oldu? M oldu. Bunun da kodu tapıldı. M oldu, gördünüz mü? Marş. M, a, r, ş. Görürsünüz, bu dairə bizə marş sözünü verdi. Sonra, bu arada r-ni tapdıq, düzdürmü? Daha doğrusu 1-i tapdıq, m oldu. Bir dənə 3 qalır, o da g olur, g. Həm də heç bir dairənin içində deyil, ortaq deyil. Yeganə hərf g hərfidir ki, heç bir hərfin içində yoxdur məsələn. Və həqiqətən də bu dairəyə baxsaq, bu arada RAM da tapılır avtomatik. Bu dairənin içində də RAM görsənir. Yəni bu dairənin kodu RAM olur. Bu dairənin koduna baxın elə. R, A və Q hərfləri var burada. Bu da olur qar. Qarın kodu olur təbii ki. Vəssalam. Hamısını tapmışam. Üçüncü hərfi tapdım. Q hərfi, yəni Q hərfi. Bir dənə uyğun gəlir. Hansı hərf uyğun gəlir? Birinciyə. M hərfi, düzdür. M hərfi B variantına uyğun gəlir. Yəni B ilə M-ni siz qarışdırmayın. B, A, B, C, D, Y bunlar hərflərdir, variantlardır yəni. Sənə lazımdır M hərfi, yəni bir M hərfinə uyğun gəlir. Yəni variant hansıdır? B hərfidir. Yazmalısan 1B. 2 kimə uyğun gəlir? Ş hərfinə. Ş hardadır bəs? Buradadır. Yəni 2 hansı varianta uyğun gəlir? Variantı yazmalısan. 2 E-yə uyğun gəlir. İndi 3 bəs nəyə uyğun gəlir? 3 bizdə B hərfidir. 3 də gedir hara? Q hərfinə. Q hardadır? Yuxarıdadır. Yəni 3 variantını qeyd eləməlisən. 3A variantı olur. Cavab olur bu. 1B, 2E, 3A. Və salam bitdi.